Elə axşamın bu çağında, bu vədəsində sizi illərin yanar saatından salamlayıram. Odlu, alovlu, yanar salamlarımla həftə içi 5 gün ərzində həm radio dalğasından, həm də televiziya ekranlarından görüşünüzə gəlirik və elə axşamın bu çağında da Dünya televiziyasında sizinlə görüşürük və gecəyə elə sizinlə başlayırıq. Deyirəm, ətrafımda belə səriştəsizlər olanda belə olar. Ay Yaqub, işinlə məşğul olsan, qulaqcığı bağlayardın. Mənim günahım deyil ki, sənin o vokal səsini eşidən burada. Onsuz da bura qədərsən artıq. Hörmətli tamaşaçılarımız, gecənin bu saatında, bu vədəsində odlu, alovlu, yanar salamlarımı sizə çatdırıram və Dünya televiziyasında həftənin 5 günü, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və müqəddəs cümə günləri saat 19-da görüşünüzə gəlirik. 19-da başlayan proqramımız düz 21-ə qədər davam eləyir və bugün də qonaqlı qaralıyıq. Əli buradadır, Əli bu zonalı, enli kürək boylu, buxunlu mənim operatorum. Həmişə yanımdadır, silahdaşımdır mənim. 50 qəpik nə idi bayaq deyirdin? 50 qəpik istəyirdin, yoxsa nə istəyirdin ki? Buna dönmüsən sən də. Elə alınma olasan maşallah. Bahar buradadır, Bahar. Şirin bulkamız buradadır. Bahar nəyi var? 1-2 kilo atıb deyəsən, hə? O kəskin diyetadan sonra. O gün deyir ki, kəskin diyetadayam. Heç də səhər tezdən deyir, 8 yumurtanın sarısını yeyirəm, 2 dənə balla çörək yeyirəm. Bədə yeməyəcəksən ki, nə yeməlisən də? Sən çətin arıqlayasan. Emin də buradadır, iş başında. Hərdən orada Yaquba bir dənə qulaq vurması vur ki, onu bek səslərini mən eşitməyim burada. Əsəblərimə toxunur, inanırsınız. Yaqub kişi də buradadır, elə açılışda onun adını dedim sizə. Və Orxan buradadır, Orxan. Orxan bugün gözümə daha təravətli, daha mətanətli, daha lətafətli görsəndi. Maşallah. Yaşının üstünə yaş gəlib, vurduq, çıxdıq bir. Heç nə demirəm. Mənə biraz pul gəliydi, Orxana da nə bilim, biraz ruzi gəliydi elə. Neçə yaş olub? 46. Bu boyda 46 yaş olar. Maşallah, böyük kişilərdən olsun, böyük oğlanlardan olsun. 2 dənə evi var elə Sumqayıt kimi şəhərdə. Bundan gözəl nə istəyə bilər ki? Allah elə bol eləsin, maşallah. Aybəniz xanımı buradan salamlayıram. Layihəmizin başında dayanan bizim dəyərli rəhbərimizdir. Var olsun həmişə, səsi yüksəkliklərdən gəlsin. Can sağlıq arzulayıram. İşlərində də müvəffəqiyyətlər diləyirəm. Və komandamızın adını çəkdikdən sonra saç düzümünə görə də bir təşəkkürüm olacaq. Fırat Barbershop Sumqayıtda gözəl məkanların birində fəaliyyət göstərir. Həm bəylər, həm də xanımlar müraciət edə bilər Fırat Barbershop'a. Instagram, Facebook və TikTok səhifələrindən də baxa bilsəz, anlayacaqsınız ki, Fıratın əlindən maşallah öz işinə aid, yəni öhdəsindən gəlir, bacarığı var və Fıratın yanına getdiyiniz zaman siz mütləq şəkildə üst təraşını ondan tələb eləyin, saç düzümü tələb eləyin, ümumiyyətlə saça belə deyim də qulluğu tələb eləyin. Bizim dəyərli ustamızın əlindən bax bu işlərdə gəlir. Növbəti təşəkkürüm də üz baxımına görə olacaq. Üz baxımına görə mən xüsusi təşəkkürümü bildirmək istəyirəm. Dəyərli doktorum, kosmetoloq, dermatoloq, kök hüceyrə mütəxəssisi Türkan Qiyasovaya şəhərdə, Bakı şəhərində ən gözəl klinikaların birində keyfiyyətli, yəni ki, savadlı, peşəkar mütəxəssis olaraq həkimdir. Kök hüceyrə mütəxəssisi olaraq da bir çox əməliyyatlara da imza atıb. Elə axşamın bu çağında, bu vədəsində Yanar Saat proqramı başlayır, özdə nə başlayır? Və bir-birindən gözəl, rəngarəng qonaqlarımız var və elə növbə-növbə, ardıcıl şəkildə elə mən bir-bir qonaqlarımızla dəvət eləyəcəm. Beləcə, biraz da yaxın əyləşirsiniz. Yanar Saatın Instagram, Facebook və TikTok səhifəsi də aktiv şəkildədir. Yəni, mütəmadi olaraq proqramımızdan paylaşımlar da edirik və bugünkü qonaqlar haqqında məlumatlar da çatdırmışıq. Bir sözlə, bugün bir-birindən gözəl və dəyərli qonaqlarımız var. Açılışı gözəl bir mahnı ilə başlamaq istəyirəm. Gözəl bir nəğmə ilə start vermək istəyirəm. Qeyd etmək istəyərdim, illərdir maşallah öz vokal səsi ilə, öz klassik ifaları ilə, keyfiyyətli mahnıları ilə, həm pedaqoq olaraq uzun illərdir ki, sənət camiyyəmizdə var və estradamızdan da sayılıb seçilən adlı sanlı insanlardan biridir. İllərin İntiqam Kərimovunu dəvət eləyirəm.
Axşamınız xeyir olsun, xoş gəlmisiniz. Ay maşallah, axşamınız xeyir olsun, xoş gəlmisiniz Kaməm. Nətərsiniz, necəsiniz? Yaxşı olasınız, maşallah, gümrah, igid, möhkəm, necə ki elə musiqi sənətindəki öz yeriniz, taxtacınız var, burada da eləsiniz. Xoş gəlmisiniz. Çox sağ olun, var olun, Allah sizləri var eləsin. Mən harada oluramsa, yəni ora sevə-sevə gələn insanlardan biri də İntiqam Kərimov. Çox sağ olun, var olun, Allah sizi var eləsin. O günlərdə hələ sizə nə deyim? Bir də görürəm ki, qardaşım deyəsən gəlib sizin yanınıza. Olub elə bir şey. Bəli, bəli. O 232 kvadratlıq təzə tikili evim var. Sən mənim evimin kvadratlarını sayma. Şərq bazarının yaxınlığında Bəli, ya, ora bəli. gəlib. Deyir ki, gedib və 100 dəfə də ondan soruşmusunuz. Dəqiq anarın qardaşsan, dəqiq anarın qardaşsan. Bir dənə aman zaman doğma gözün mağarası bir qardaşım var. Ona da elə qiymət demirsən ki, elə arxa-arxaya çıxıb sizin evdən. Bəli, Heç olmasa bu illərin bir hörmətinə, hesabına, bir dostluğuna deyirdiniz ki, toyuğun ətindən, Bilə-bilə çox quyruğundan. verdim, Nə qədər demişdiniz ona? Sən neynirsən? Yox, mən bilirəm, mən o qiyməti bilirəm. Cəmaatı deyənin yarısını. Yox, biraz aşağı gələ deyərdiniz ki, uşaq qorxub yamasın yanımızdan çıxandan sonra. Qorxardı, hə? İntiqam müəllim, nə var, nə yox, işlər necədir? Bu pedaqoji sənətlə, öz ifalarınızla, həm belə mütəmadi olaraq proqramlara gəlib gedirsiniz, çatdırmaq olur? Çalışıram ki, çatdıram, hə. Tədbirlərə də gedirəm. Cürbəcür. Əvvəl toylara getirdim, indi toylara da getirdim. Toylar da var, maşallah, əsas elə Yarım odur. saatdır. Siz elə o yarım saatlıq toylarda o birisilərin qabağına 9 qoyacaqsınız. Xoş gəlmişsiniz, buyurun əyləşin. Çox sağ olun. İntiqam müəllim bizim qonağımız olacaq və 2 saat ərzində buyurun əyləşin, mahnımız olacaq. Və xatırlatmaq istəyərdim ki, hörmətli tamaşaçılarımız, İntiqam müəllim bugün öz gözəl ifalarını, mahnılarını bizə ərmağan eləyəcək. Yaqub, İntiqam müəllim gəlibsə, onun bir ifasını təqdim edəkmi? Mahnımız olacaq o zaman irəliləyən dəqiqələrdə, bir balaca belə deyim də, orada belə deyim də, ardıcıllıqda deyəsən nələrsə var. Və bizim bir-birindən dəyərli qonaqlarımız var. Elə mən bu dəqiqələrdə istəyərdim ki, hər dəfə ənənəmizə sadiq qalaraq bir aktyor dəvət eləyirik, rejissor dəvət eləyirik, şairlərə müraciət eləyirik və bugünkü axşamın daha bir qonağı da var. Maşallah elə Dünya Televiziyasında mütəmadi olaraq bir çox proqramlara dəvət alır, gəlir. Mən də illərdir maşallah tanıyıram. Yaşın eşidəndə dedim ki, mən elə bilirəm sənin yaşın bir 40 adı keçib, amma o qədər öz sənətində, sahəsində peşəkardır ki, gənc olmağına baxmayaraq, çox belə deyim, maşallah yerində duran deyil. Dəvət etmək istəyirəm, aktyor, hal-hazırda təşrif buyurur, bizim dostlarımızdan biridir. Mən istəyərdim ki, elə onun, belə deyim də, gəlişi ilə də bir dostunu da elə bura dəvət eləyəcək birazdan irəliləyən dəqiqələrdə. Elə istəyirəm hal-hazırda Əliyağa tapdığı dəvət eləyək. Aktyor belə gəlmir. Təzədən gəl, təzədən gəl. Aktyor belə gəlmir. Mikrofonla danış. Xoş gördük Anar bəy, təşəkkür edirəm. Sizi salamlayıram, dəyərli sənətkarımızı, çox hörmətli İntiqam Kərimovu salamlayıram. Əlbəttə ki, axşamın bu saatında ekran qarşısında əyləşib bizi izləyən dəyərli televiziya tamaşaçılarını. Valla Anar bəy, siz illərin peşəkar aparıcısınız. Mən gedim sən elə İntiqam müəllimlə bir verilişi aparınız. Siz peşəkarsınız. Sizin qarşınızda əlbəttə ki, biz həyəcanlı da ola bilərik. Biz hələ gəncik, biz sizlərdən öyrənə-öyrənə gəlirik. Biz sizlərin davamçılarıyıq. Onda mən çəkildim kənara. Yox, yox, həqiqətən də. İntiqam müəllim, mən sizdən xahiş eləyərdim. Bir də çıxaq səhnədən, zəhmət olmasa. Bəli. Çıxaq səhnədən, elə Əliyağa siz özü təqdim eləyəcək. Siz zəhmət olmasa gedin. Biz bir balaca da Əliyağa ilə burada söhbət eləyək. Bəli, gözəl. Gedin siz, çox xahiş eləyirəm, gedin. Əliyağa, maşallah deyəsən o Zakir Əliyevə hərdən deyirəm, yerin salyandır qardaş. Elə gəldin içəri ki, mən bugün danışmayacağam, sənə söz verirəm. Proqramı sən aparacaqsan. Yox, qətiyyən. Proqramı sən aparacaqsan. Buyur, canlı efirdi bilirsən, hal-hazırda milyonlarla izləyici bizə baxır. Necə gəlmişdin, necə eləmişdin? Yaqub, musiqini ver oradan.
hörmətli televiziya tamaşaçıları, mən çox təşəkkür edirəm ki, Anar bəy bir neçə dəqiqəlik də Yo, olsa... yo, bir neçə dəqiqədən söhbət girmir. Sən məni dəvət edirsən, mən sənin bugün qonağınam. Sizi təqdim edirəm. Çox Sən gözəl. 10 dəfə başladın verilişə. Hörmətli televiziya tamaşaçıları, dəyərli izləyicilərimiz, mən ilk olaraq dəvət eləmək istəyirəm. Gecənin bu saatında bizim dəyərli qonağımız, illərin peşəkar aparıcısı, mən deyərdim ki, bir çox gənclər onu özünə bugün örnək bilirlər. Bir çox gənclər ondan öyrənirlər. Elə içim mən daxil olmaqla, mənim də ondan öyrəndiyim çox şeylər var. Bizim əzizimiz illərlə Yanar Saat proqramı ilə radio və televiziya ekranlarında sizlərlə görüşə gələn Anar bəy bizim qonağımızdır. Çox hörmətli Anar bəy, buyurun. Xoş gördük. Sizin proqramınızda sizi təqdim eləmək mənim üçün şərəfdir. Amma sən kimin yanında olsan onu tərifləyirsən. Bu dəqiqə Mehriban xanlar var, burada olsaydı onu başlayacağım tərifləməyə. Mehriban xanlar Zamanın mənim adamısan sən, zamanın. üstadımdır. Zamanın. Yaxşı, mən gəldim, oturdum. Buyurun Anar bəy, xoş gəldiniz. Axşamınız xeyir olsun, necəsiniz? Axşamın xeyir olsun. Özün necə də rahat sayırıq, maşallah. Yox, əlbəttə ki, sizin yanınızda bilirsiniz, o şəraiti siz bizə yaradırsınızsa, biz illərin... Bəs gələndə niyə elə gəlmədin? Elə bil ki, kolxoz sədri kimi girdin içəri sən. Aktyor elə daxil olar içəri ki, bir dinamik oynaya, rəqs Baxın, indi eləyə. yaxşıyam. İndi yaxşıyam, bu enerjini sizə... Sərbəstlik verdim də ardasan. Bəli, enerjini ötürdünüz. Həm də ki, belə deyək də, biraz yorğunluq var. Son zamanlar bu il 4-cü kursdayam. Yorğunluq var deyəndə ki, indi biz də sərçə tutmuruq da, biz də efirə gəlirik, iş görürük, radio var, televiziya var, onda biz yorğun olmuruq. Efirə gəlirsənsə ümumiyyətlə, bax Əli ağa, tamaşaçı səni gümrah görməlidir, tamaşaçı səni fəal görməlidir. Bax, mən yoxam. Veriliş apar, mən getdim. Apar veriliş. Canlı yayın. Hörmətli tamaşaçılarımız, mən bilmirdim bugün belə bir sürpriz olacaq. Biz davam edirik. Mən istəyirəm elə növbəti qonağımızı təqdim edeyim. Növbəti qonağımız da əlbəttə ki, bizim dəyərli sənətkarımızdır. Uzun illərdir Azərbaycan musiqisinə, Azərbaycan incəsənətinə xidmət edir. Eyni zamanda da Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqudur. İncəsənət Universitetinin Musiqi Sənəti Fakültəsində dərs deyir. Uzun illərdir onun tələbələri var, yetirmələri var. Bu ildən də bizim Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu kafedrasında bizim aktyorlarımıza da vokal sənəti dərsini tədris edəcək. Bizim sevilən sənətkarımız İntiqam Kərimovu əlbəttə ki, gözəl musiqi sədaları altında studiyamıza dəvət edirik. Gəlirmi? İfamız gəlirsə ifanı verək. Musiqili aktyorluq kafedrasında işləyirəm, həm caz popda işləyirəm. Yaxşıdır, tələbələrim də çox gözəl ifa edirlər hər şeyi. Gələcək gözəl olacaq inşallah. İnşallah, Musiqimizə inşallah. xidmət eləyirik. Gözəldir, əlbəttə ki, sizin yetirmələriniz illərdir gənclərə siz dəstəksiniz. Sizin neçə tələbələriniz var ki, bugün Azərbaycan musiqisinə, Azərbaycan incəsənətinə sağlam xidmət edirlər. Əlbəttə ki, əsas odur ki, sənəti sənətkardan öyrənirlər, peşəkardan öyrənirlər. Çox sağ olun, çox minnətdaram danışdığınız sözlər üçün. Çox sağ olun. Mən istəyirəm elə Anar bəy buyurasınız studiyaya. Vallahi mən belə fikirləşirəm ki, birazdan Anar aparıcı kimi lazım olmayacaq. Niyə? Bizim ona həmişə 250 yaşımız var, bəstəkar kimi lazım olursunuz. 7000-ə, 8000-ə mahnılar verə bilirsiniz cavablarlara. Allahım, İndi üstümə anar gör- lazım olmur. Anarın nə üstümə yaşı gör- var ki? Anarın maşallah olmaya 27 yaşı var. 27 yaşım var. Eyni yaşda- Sizin elə maşallah olar elə, sabah birisi gün 70 illik yubiley olacaq. Səhv İnşallah. Can sağlığı arzu edirik. Buralar sizsiz olmasın. Buyurun, postu sizə təqdim edirik Anar bəy. Təşəkkür edirəm. İntiqam Sağ ol. müəllim əyləşin. İntiqam müəllimdən birazdan gözəl mahnılar alınacaq, təqdim olunacaq və daha bir qonağımız da var. Mən elə istəyərdim onu da dəvət eləyəm. O da belə deyim, gənc olmağına baxmayaraq, o da bu sahədə yavaş-yavaş, təzə-təzə addımlamağa başlayır. Amma maşallah yaradıcılığından
biraz xəbərdar oldum. Gənc yaşının olmasına baxmayaraq bir çox belə deyim də layihələrə də, ilklərə də imza atıb. Sənətşünaslıq rejissorudur və hal-hazırda da elə təhsilini davam elətdirir. Rejissor da deyəcəm ona. O qədər təvəzzükardır ki, deyir ki, mənə rejissor deməyin. Emil Hacıyevi mən dəvət eləmək istəyirəm. Emil, gəl! Axşamın xeyir olsun. Anar bəy, sizi və ekran qarşısında əyləşən dəyərli tamaşaçıları, xüsusilə də dəyərli sənətkarlarımızı, qonaqlarımızı salamlayıram. Həyəcan yoxdur, mənə bilmirsin, mənim öz mikrofon, mənim qoşa-qoşadır məndə mikrofon. Biraz sənin işlərindən istəyərdik, danışaq eləyək. Bir rejissor olaraq, sənətşünas olaraq onu qeyd edə bilərəm ki, dəyərli sənətkarımızın da yanında mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin teatrlaşdırılmış rejissorluğu fakültəsini bitirmişəm. İndi də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında sənətşünaslıq ixtisasında təhsil alıram. Yəni ondan çox tamaşalarım var. Maşallah. Bir çox layihələrə Bizi imza də orada atmışam. tamaşada bir canlandırdı, gələk orada bir baş qəhrəman da olmasa, epizodik bir obrazların öhdəsindən gəlir. İnşallah Anar bəy, təbii ki, qarşı illərdə ola bilər. İnşallah qarşı dəqiqələrdə yəni danışarıq. İnşallah. Buyur əyləş əzim, xoş gəlmisən. İntiqam müəllim, keçən il oldu da, yuvarlaq bir rəqəmi qeyd elədiniz də yubileyinizə, hə? Nə qədər oldu soruşmaq ayıb olmasa? Heç nə 65 yaş. Gənclik yaşı. Maşallah, maşallah, Keçən il oldu. maşallah. 2 gün sonra da olacaq 66. Maşallah. 2-dən 6. Az qalıb inşallah. Allah sizə uzun Ayın ömür 17-si versin. inşallah. Sağlam bir ömür versin Allah Taala sizə. Həqiqətən də indi keçmişə dönüb baxanda Kərimovlar ailəsi, ümumiyyətlə İntiqam müəllim özü keçmişə, arxaya çönüb baxanda baxırsan ki, kifayət qədər Azərbaycan mədəniyyətinə xidmət edən insansınız. Həqiqətən Çox də. sağ olun. Yəni bugünə qədər aşırı belə deyim də qalmaqallarda adınız sallanmayıb, bugünə qədər dava-dalaşlarda olmamısınız. Yalnız elə öz yaradıcılığınızla məşğul olan insanlardan olmuşsunuz. Bəli, bəli. Bugünkü gündə də əgər sizə tələbat varsa, bugünkü gündə də əgər qapınızı döyürlərsə, əgər bir bəstə, bir belə deyim də, hansısa bir öyrənməyə yaxınlaşırlarsa sizə, deməli, siz hələ də lazımsınız. Siz hələ də bugünkü zamanla ayaqlaşa bilirsiniz ki, gənclər sizə müraciət eləyirlər. Bəli. Yaxşı, hər valideyn istəyir ki, övladı oxusun da. Bilmirəm, indi bu televiziya ekranlarından baxırlar, görürlər. Biri maşını göstərir, biri bağın göstərir. Hamısı da istəyir ki, o keçmiş illərdən fərqli olaraq mənim oğlum, qızım oxusun. Yaxşı, indi bu gəlirlər yanımıza. Elə bir ailə olubmu ki, valideyn deyirsiniz ki, valla bunun səsi yoxdur da, başqa bir sahəyə üst tutsun. Bilirsiniz, mən neçə dəfə efirdə demişəm, mənim yanıma kimi gətirin, amma dediyimi dinləyə bilsin öncə. Dinləyə bilsin, eşidə bilsin ki, mən nə istəyirəm. Amma elə uşaqlar olub ki, mən hətta demişəm ki, qoy 4-5 dərs gəlsin, anası istəyib ki, oğlu oxusun. Mən ondan sonra sizə deyəcəm, oxuyacaq yoxsa yox. Amma o qədər gözəl oxuyub ki, incəsənəti də qutardı, magistratını da qutardı, magistraturanı da qutardı. Yəni, yüksək səviyyədə ifaçı oldu. Hətta Sumqayıtdan da oğlan. Amma müğənni ola bilmədi. Oldu, niyə olmadı? Oxuyur indi. Oxuyur indi. Bəli, çox gözəl oxuyur. Yaxşı, siz qane elədi bir pedaqoq olaraq sizi. Çox gözəl ifası var. Reklam başqa şeydir. Amma sənət başqa şeydir. Yəni, Turqut Sumqayıtda olur özdə. Əskərdən təzə gəldi. Keçən il universiteti bitirdi, getdi əskəriyə, qayıtdı, gəldi. İndi inşallah yavaş-yavaş reklamın deləri 22-23 yaşı var uşaqdır. Deməli, təbliğat lazımdır da hər vaxt. Mütləq. Bilirsiniz necədir? Mən yenə deyim. Axır vaxtlar televiziyadan daha çox TikTok'dur. Sosial platformalardır, Sosial platformalar daha çox reklamla məşğul olur. Sosial platformadan da əl-ayağını çıxartmaq olmur. Haçan baxıram, başı oradadır, TikTok'da. Yo, bilirsiniz nə demək istəyirəm? Ona görə də bəzən mən heç kəsin xətrinə dəymək istəmirəm. O qədər sənətdən kənar insanlar, çox insan yaxşı ifaçıdan qabaqdadılar ki, bilirsiniz, çox qabaqdadılar. Bax, o TikTok'un hesabına, sosial platformaların hesabına, yəni sənəti olan adamlardan çox irəlidədilər. Eləyirlər, hər kəsin öz başarığı var da. Bu sənəti olan başarmır, o başarır. Deyir, Bəlkə bunu biraz naxışa bəxtə sınıyaq ki, onun naxışı gətirdi, yox, hələ bəxti bizim gətirdi. cavanlığımızda belə bir şey vardı. Deyirdilər ki, sənəti olanlara kömək eləyin, sənəti olmayanlar özləri qabağa gedəcək. Özləri tapacaqlar. Özləri yolunu Mən pedaqoqun indi səsini eşitmək istəyirəm. Çünki açılışı elədi, hələ bir musiqi nəğmə səslənməyib. Pedaqoq oxusun, sonra tələbələr danışarlar.
Deniz kürekle oynadı, ekşi felekle oynadı. Yaşıl kemende dalgalar, yılan çiçekler oynadı. Deniz o mavi gözlü kız, şaştı tufanlar oynadı. Yürekle canla oynadı, coştu içinden kaynadı. Sen de tufanla oynama, sen de tufanla oynama. Deniz gibi coşma gülüm, ay gülüm. Coş coş içinden kaynama, coşup içinden kaynama. Çok değil bizim ömrün illeri. Sen de tufanla oynama, sen de tufanla oynama. Deniz gibi coşma gülüm, ay gülüm. Coş coş içinden kaynama, coşup içinden kaynama. Çok değil bizim ömrün illeri. Bu ilişki sürdü birce gün, bir gün oldu bu doy düğün. Çekildi gitti dalgalar, denizde sustu büsbütün. Deniz o mavi gözlü kız, şaştı tufanlar oynadı. Yürekle canla oynadı, coştu içinden kaynadı. Sen de tufanla oynama, sen de tufanla oynama. Deniz gibi coşma gülüm, ay gülüm. Coş coş içinden kaynama, coşup içinden kaynama. Çok değil bizim ömrün illeri. Sen de tufanla oynama, sen de tufanla oynama. Deniz gibi coşma gülüm, ay gülüm. Coş coş içinden kaynama, coşup içinden kaynama. Çok değil bizim ömrün illeri. Çok değil bizim ömrün illeri. Çok değil bizim ömrün Səhv eləmirəmsə, dəniz kənarında nəsə buna bir videorolik var idi, hə? Çəkmişdiniz elə bir şey. Mikrofonla. Tramvayların devri idi. O vaxtlar, Aha. mən bundan nə bilim, neçə il, 35 il qabaq, neçə il qabaq, Sovet dövründə çəkilmişdi. Var idi elə bir. Və qeyd edim ki, bu hardasa pasport mahnıdır da, sizin pasport mahnınızdır bu. mahnını 87 ya 88-ci ildə yazmışdı Mikail Bəkilov. Aha. Sonra bunu elədilər, necə deyim sizə, aparıb Mədəniyyət Nazirliyində qeydiyyatdan keçirdilər Mədəniyyət Nazirliyində. O vaxt mahnılar
necə olurdu ki, yəni mahnıları mütləq qeydiyyatdan keçirmək lazımdır. Bəstəkarı, şairi və ifaçısı. Ondan sonra klublarda oxumağa icazə verirdilər. Elə bir şey var idi. Yəni indiki kimi asant deyil idi. Elə burada mahnını yazdırdı, hə 10 dəqiqədən sonra efirdə oxudu. O vaxtı ərzə verilirdi, studiyada vaxt alınırdı. Özü babin idi, indiki kimi bir dəfə gərək başdan ayağa oxuyaydın. Bildiniz nə demək istəyirəm? Və keçirdi komissiyadan dinləyirdilər. Bəyənilsə mahnını verirdilər efirə. Elə bir Yəni şura deyilən bir belə Bəli, dildə. amma nazirlikdə də mahnı kiminsə adından qeyddən keçirdi. Mən bu mahnını aparıb qeydiyyatdan keçiribdi. Bizim bəstəkarımız, zat adını yadıma salım, dostumuz deyil. O vaxt mədəniyyət evində Amma mübahisəli mahnı oldu da bu, hə? Niyə? İntiqam müəllim. Biraz Niyə? nəsə sizinlə kimlərin arasında mübahisə düşdü bu mahnı ətrafında? Heç vaxt. Mənə yadıma gəlmir. Mənə dedilər, dedim elə deyil, gedin yoxlayın kimin adına mahnı qeydiyyatdan keçir. Bunu kimlər oxuyub ümumiyyətlə? Məndən bir 2 il sonra Jenya Baxtinlə Tamel Laqamiyeva duet şəklində özləri kimi oxudular. Belə yumuşaq söhbət kivari belə bir şanson kimi oxudular. Yəni sizin xəbəriniz oldu yoxsa necə? Yox, mahnı mənim deyildi ki, mahnının bəstəkarı var idi. Bəstəkarı da ansambl yaratmışdı. Mahnını kim tanıtdı bəs? Mahnı mən oxumuşdum, tanımışdım. Məni bütün Azərbaycan onsuz da tanıyırdı ki, indi də elə görəndə həmin mahnı ilə yoldan keçəndə İlqar Xəyal bu mahnını oxuyub yoxsa? İlqar Xəyal bu mahnını oxuyub 2000-ci ildən sonra. Mən oxuyandan bir 20 il sonra, 15 il sonra. Amma birinci olaraq bu mahnının ilk ifaçısı siz olmusunuz. Bəli, bəli. Tufanla oynama. Bəli. Yox, ömrün illəri adlanır. Ömrün illəri. Hə. Tufanla oynama cəmaət deyir elə, amma mahnının adı ömrün illəridir. Maşallah, xeyirli uğurlu olsun. Sağ olun. Emil qardaşım, biraz danışaq elə sənlə də. Dedim, bugünə qədər ona yaxın bir tamaşada quruluş vermisən, rejissorluq eləmisən. İlk bax bu həvəs, ümumiyyətlə nəsildə, ailədə olub mu incəsənətə bağlı insanlar? Onu qeyd edə bilərəm Kənar bəy. Bizim nəsildə elə ilk incəsənətlə məşğul olan, incəsənətlə marağı olan, böyük həvəsi olan bir dənə mənəm. Bizdə onu qeyd edə bilərəm ki, əksəriyyəti pedaqoq sahəsində, müəllim sayəsində, eyni zamanda da həkim sahəsində ən çox fəaliyyət göstərirlər. Bir dənə incəsənətə verdim, təsadüfən deməzdim, yəni böyük həvəs, böyük his, uşaqlıq arzum idi ki, incəsənət sahəsində məşğul olum, bura gəlim. Şükürlər olsun bugünə ki, mən incəsənət təhsil müəssisəsinə qəbul oldum, Mədəni Maarif Texnikumuna. Ora qəbul oldum, bədii yaradıcılıq fakültəsinə. Elə nə başladısa belə deyim, oradan başladı. Amma ola bilməz ki, uşaqlıq vaxtı bu işartıları olmasın səndə. Olurdu. Mən əslən Balakən rayonundanam. Demirdin, mikrofon falan götürüb demirdin Güzgin qabağında ki, mən İntiqam Kərimov olacağam, İntiqam Kərimov kimi oxuyacağam. Sizin bölgədəndir də elə. Baxsam adı. Elə ilk fəaliyyətim elə Balakən rayon mədəniyyət mərkəzindən başladı. Orada tamaşalarla, səhnələrdən çıxışlarım başladı. Elə iş gəldi, texnikuma qəbul oldum. Elə ilk tamaşalarım Nizami Gəncəvinin 880-ci il nəsr olunmuş İdrak İşığı Sönməz tamaşasından çıxış etdim. Bu mənə çox böyük uğur qazandırdı. Daha sonra Şuşa Dövlət Musiqili Dram Teatrında ərəb xalq nağılı olan Əlba və Qıldır tamaşası qoydum. Elə ardınca, axarınca tamaşalarım Onlar gəldi. haqqında ətraflı olaraq danışarıq. Amma nə olsun, sən Balakəndənsən, İntiqam müəllim də Qaxdandır. Bir dəfə demədin ki, alo, anar, gəl gedək sülhüllü yeyək, göy girsi yeyək, ət girsi yeyək, maxara yeyək. Əli ağa, maşallah, ayağınız bir dənə elə yüngül imiş ki, elə gözəl, amma belə daha rahatdır. Mən sevmirəm evdə daha çox adam olanda. Nə gözəl eninə, boluna, valla belə rahat oturmaq, əyləşmək. Bundan gözəl nə ola bilər ki? Rahat oturasan, valla. Ürəyin istəyən adamlarla, süni adamları qəti sevmirəm. Ürəyin istəyən insanı nə anlamadı? Hələ təzəsənsən, Emil təzədir, hələ belə işlərdən o qədər görəcəksən, eləyəcəksən, rastıma çıxacaq. Əsas odur ki, sükan bizim əlimizdədir.
hansı tərəfə istəyirik, yaxşı mənada elə sola da fırlaya bilirik, sağa da fırlaya bilirik. Çünki illərin yanar saatıdır bu. Həm radio tezliklərindən, həm də televiziya ekranlarından görüşünüzə gəlir. Elə bu mövsümdə sizi sevilən Dünya televiziyasından odlu alovlu yanar salamlarımla salamladım və çox gözəl gənc istedadlar elə mənim qonağımdır. Əliağa Tapdıq və Emil Hacıyev buradadılar. Əliağa, ümumiyyətlə, bax belə deyim də, haradasa ixtiyarım çatır da deməyə, nə barədə deyirəm. Sən mənim gözümün qabağında demək olar ki, böyümüsən. O baxımından ki, elə gözümü açandan, mən Mehriban xanlarını çox sevirəm, həqiqətən. Yəni, insanın xeyrindən, şərindən qalmaz. Amma bir şey də açıqlayayım sənə, bəlkə sənə deyib, sən demədin, məndən biraz inciyib. Xəbərim yoxdur. İnciyib məndən, həqiqətən də. Səbəb? Nə bilim, sən bilərsən. Xəbərim yoxdur, mənə deməyib. Mehriban xanım hal-hazırda Gürcüstandadır. Bilirəm. Qastrollar gediblər Akademik Milli Dram Teatrından. Salamlayıram əlbəttə ki, onu da ekran vasitəsilə bizim dəyərli sənətkarımızdır, mənim ustadımdır və siz illərin dostusunuz və siz eyni radioda uzun illər çalışmışsınız. Bəli, mehribanlıqla verilişi ilə gəldi. Sən ona çox kömək eləyirdin həmin ərəfələrdə. Çox sağ olsun. Çörək itirən adam deyil ki, ən əsası, yoxsa? Yox, əstəğfurullah, biz onun yanında biz çörək itirən olmayıb, onun əziyyətini itirməyək. Onun da zəhməti mənim üzərimdə böyük olub. Mən elə gənc idim. Bir neçə ildən sonra o məni özü ilə o radio mikrofonları arxasına əyləşdirdi. Dedi, mənlə bir yerdə bu verilişi aparaq. Onda mənim üçün, inanın ki, xoşbəxt idim də. Siz təsəvvür edirsiniz, 19 yaşında bir gənc. İndi neçə yaşın var ki? Hal-hazırda 28. Maşallah. 18-19 yaşında bir gənc Respublikanın əməkdar artisti ilə bir yerdə veriliş aparırdı. Və Mehriban xanım o ixtiyarı verdi mənim əlimə ki, qonaqları dəvət elə, həftədə 2 dəfə veriliş gedirdi. Artıq mən nömrələri götürmüşdüm xalq artistləri ilə, əməkdar artistlərlə, onlarla telefon bağlantısı yaratmaq, onları verilişə dəvət eləmək. Mən elə bilirdim ki, yox, artıq elə idi ki, mənim arzularım gerçəkləşirdi onda. Mən istəyərdim ki, sən gələcəyinə bir aparıcı falan olmaq istəyirsən də. Bu ad baba adıdır, yoxsa? Ulu babamın adıdır. Allah rəhmət eləsin. Saçımı dəyişək də sən. Biraz təzə stil verək də sən saçma. İnşallah. Bu, bax belə deyim də, hər azsan mənə Emir, mikrofon yanındadır sən. Bəli, Anar bəy, təbii ki. Biraz, həqiqətən, qəşəng, deyəm bura, qəşəng yaraşıqlı oğlansan. Bu nədir qoca kişi kimi sən? Bunu biraz dağınıq elə, gəl bura görüm. Mehriban da sənə demədi ki, bunu biraz dağınıq elə, qəşəng hər saçmadı. Yoxsa elə dörd bucaq elə bilsən ki, bir dənə kərpiç kimi onu düppədüz eləmişsən. Maşallah, yaraşıqlı, gözəl. Əlbəttə biraz dağınıq eləməlisən saç. Bu nə dəbdir sizdə? Yox, bir dənə də ortadan bir dənə ayrıc qoy, ayır. Dağınıq olmalıdır saçma, belə dağınıq. Maşallah, səninlə yaş var. Bax, görün, sən nə qəşəng oldu. Düppədüz daramısan, ayrı. Yenə də eləyir, öyrəşib. Dəyiş, biraz saçını çox saxla. İnşallah. Bax, biraz saçını çox saxla, biraz ona forma ver. Bu dəqiqə dağınıq saçlar dəbdədirlər. Mən deyim ki, mən əvvəl uzatmışdım saçı. Məndə saç çox, belə deyək də, qıvırcıq saç deyirlər və bərk saçdır da. İnanın ki, uzandıqca da saç burulmağa başlayır. Yəni, mənim saçımda bəlkə çox tək-tük hallar da var. Yəni, sevmirəm əslində. İnanın ki, mən harasa, bax, mən buradan gedim evə. Cəmaatın heç saçı yoxdur. Yaqubun saçını görəsənsən, bir dənə burada, burasında qalıb saçı. Nə danışsan sən? Saç, ən gözəl saç belə deyim, elə... Sənin əksində sənin saçın çox geç töküləcək. Bax, bunu mən sənə deyim. Emil, sənlə də elə danışaq elə. Elə həyatda da belə sakitsən, yoxsa yox? Sən quruluşçu rejissor olaraq, sən tələb eləməlisən. Məsələn, mən əslində o günlərdə bir aktyorla elə burada danışırıq. Deyir, ümumiyyətlə, iş prosesində olur da, bir də görsən də, boğazdan keçməyən sözlər falan filan. Amma aktyor, rejissorun, quruluşçu rejissorun ümumiyyətlə, belə deyim də, sözünə qulaq asmalıdır. Sözünə qulaq asmalıdır, həqiqətən də. Yəni ki, aktyor, əgər rejissorun sözünə qulaq asmadıysa, eləmədisə, onda o nə olacaq ki? Tamamilə doğru. Rastlaşmısan belə bir işlərlə, yoxsa? İndiyə qədər Anar bəy qoyduğum tamaşalarda gənc aktyorlarla işləmişəm. Bu problemlə rastlaşmamışam. Yəni hər şey yaxşı olubdur. Tamaşa prosesində, seanslarında falan. Nə demişəm, yəni Mən sizə bir söz deyim, Anar bəy. Emil mənim tələbə yoldaşım olub. Mən özüm də Mədəniyyət və İncəsənət Universitetindən öncə keçmiş Mədəni Maarif Texnikumu, hal-hazırda Admiyonun nəzdində humanitar kollecdə biz eyni ixtisasda. Mən özüm də bədii yaradıcılığı bitirmişəm, kütləvi tədbirlər rejissorluğunu, sonra İncəsənət Universiteti dram kino aktyorluğu. Emil elə tələbəlik illərindən çox sakit təbiətli idi, amma inanın
o qədər məsuliyyətli, işində məsuliyyətli idi, dərsə gecikməzdi. Əgər bir tamaşanı qoysa, mən sizə bir söz Biz indi deyim. Emilin yaradıcılıq gecəsini keçirdirik. Yox, siz Sən Emil- dediniz. Yox, mən Emillə danışıram. Sən müdaxilə eləyirsən. Emilin dili də var. Emil, sən imkan vermirsən ki, mən Emildən soruşum da. Mən qalmışam mat məttəl qalmışam. gördüm ki- Emil laldı, eşitmir, qüsuru var. Yox, bir dayan da qardaş. Mən səninlə danışdım. Emil səsini çıxartmadı ki, mən də deyirəm, yəqin Adam bir tələbə nəsə. yoldaşı haqqında. Başa düşmür, lazım deyil. Tələbə yoldaşın haqqında inşallah 50 illik yubileyində çıxıb danışarsan, evlənər toyunda da. Mən burada ona sual vermişəm, birdən kəsirsəmsən mövzunu. Mən deyirəm, görəsən sən nə deyəcəksən? Qeyri-adi, mən özüm təəccüblənəcəm. Vallahi ay Əli ağa. Sizi də anlamayın da bu gün də. Yox, da anlamıram. Olanı deyirəm ki, mən ondan söz soruşam, özü deyə bilir də. Sən onun boynuna qoyursan ki, o sakit. Ay, nə bilirsən, sakit ilan yalansa çalsın onu. Hardan bilsən o sakit? Əziz tamaşaçı, Anar bəy məni çox istəyir, mən də onu çox istəyirəm. Birazdan sən şeirə köklə, səndən bir İnşallah. şeir alacağam mən. Emil, bax, belədirlər də. Buyur əzizim, heç bilmədim sənə nə sual da Doğrudur. vermişdim. Yaradıcılıqdan bildirmişsiniz. Anar bəy, mən onu qeyd edim ki, mən bunu heç vaxt heç yerdə deməmişəm. Bunu ilk dəfə burada bildirəcəm. Yəni Əliyağanı burada görmək istəmirdim Yox, sənə. əstəğfurullah. Əliyağa çox yaxşı mənim tələbə yoldaşım olub, dostumdur, hər zaman var olsun. Onu qeyd etmək istəyirəm, Anar bəy, ilk dəfə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ilk dəfə tamaşa mən təqdim eləmişəm. İlk dəfə də bizdə Rəssamlıq Akademiyası incə ruhlu olduğu üçün orada ən çox rəssamlar, heykəltaraşlar incə toxunuşdan orada işləyirlər. Orada heç vaxt məzun günü keçirilməyibdi. Və orada ilk dəfə keçən illərin Rəssamlıq Akademiyasının 25 illik yubileyi münasibəti ilə orada ilk dəfə məzun gününü mən təşkil elədim. Oranın quruluşçu rejissoru, bədii rəhbərliyi həmən məzun gününə mən tərtib elədim. Yəni böyük təntənəli formada orada təşkil olundu. Yəni bu da mənim üçün çox böyük bir uğur oldu. Xeyirli uğurlu Çox olsun. sağ olun. Valideynlər etiraz eləmədilər ki, yəni qarşıma çıxmadılar ki, sən sırf belə deyim də incəsənət aləmini seçəndə. Çünki bayaq da elə açılışda dedin ki, həkimlər, müəllimlər belə Oldu deyim. Anar bəy. Təbii ki, bu hər bir ailədə var. Hər bir valideyn istəyir ki, öz evladı polis olsun, həkim olsun. Bu reallıqdır. Mən də təsadüfən gəldim, istəyərək bu sahəyə gələndim. Şükürlər olsun ki, hər şey öz qaydasındadır. İnşallah. Əliağa, bir müğənni də var idi, mənim yaxın dostlarımdan biridir. Mən onun da yanında səni daha tez-tez görürdüm. Özün bil kimdən söhbət gedir. Bir müğənni xanım var idi, çox sevdiyim xanımlardan biridir. Hətta mən Sumqayıta gələn kimi birinci onun evinə gəlib getmişəm. Nə oldu? Nə qara pişik keçdi aranızdan? Nə baş verdi? Mən bilmədim siz... Sən çox gözəl bilirsən mən kimlə danışıram. Burada mənə do, re, mi, fa, sol, ləsi gəlmə. Yox, siz mənim çox müğənnilərlə yaxın dostluğum da olub. Yəni Sumqayıtda yaşayan bu Münasibətim də- dəqiqə neçə müğənni var ki? Var, indi? var. Elə Sumqayıtda bizim Kim yaşayır? Respublikamızın əməkdar artçısı Təhmiraz Şirinov. Mən xanım dedim. Allah Dedim can xanım, sağlığı bir versin. xanım. Digər Bəli. xanım müğənnilərimiz də var. Dünən Təhmiraz Şirinsas elə bizim qonağımız Bəli, idi. bilirəm. İzlədim mən efirinizi. Allah can sağlığı versin Təhmiraz müəllimə. Sonra kimlər yaşayır Sumqayıtda? Elə mənim özümə maraqlıdır müğənnilərdən. Əlbəttə ki, Kimdir? Sumqayıtda mən muğam müsabiqəsindən Gülzar xanım Fərəcavanı tanıyıram. Əlbəttə ki, Allah can sağlığı versin. Var bizim digər bir çox Başqa tanıdığın ifaçılarımız yoxdur. var. Var. Sevdə Kəzimova kosmosda yaşayır, yoxsa? Allah can sağlığı versin Sevdə xanıma, dəyərli sənətkarımızdır. Təbii ki, Mən onun yanında səni çox tez-tez görürdüm. Bəli, bəli, əlbəttə ki. Yaxşı, nə oldu, nə olmadı? Mənim özümə çox maraqlıdır ki, nə baş verdi? Yox, əstəğfurullah, biraz Bayaq mən görürsən, bayaq boynuma alıram ki, Mehriban xanım məndən inciyib. Düzdür, Mehriban mənim ürəyimdir, əzizimdir. Hətta mən səbəbini də şübhələnirəm, bilirəm nədəndir. Hətta bilirəm o səbəbdən də belə olsa haqqı var, düz eləyib. Yox. Görürsən, bax mənim də indi bəlirli yaşım var da. Mən bilirəm ki, haqqı var və düz eləyib. Nə vaxtsa bu mövzu açılanda, söz açılanda mən ona da deyəcəm. Haqqı var və düz eləyib. Yox, mən bir söz deyim, üzr istəyirəm Anar bəy. Mənim bəlkə düşünərsiniz ki, zərrə qədər də qəlbimdə Sevdə xanıma bir kin, kudurət qətiyyən ola bilməz. Çünki bizim çörəyimiz dizimizin üstündə deyil. Mən hələ kollecdə oxuyurdum, tələbə idim, onda heç universitetdə oxumurdum. Sevdə xanım elə bir insandır ki, mənim gecə saat 2-də də başım ağrıyıb, mən dərman tapmamışam, o gecə ilə gedib o dərmanı tapıb, gətirib onu mənə verib. Mən onları heç vaxt itirə bilmərəm. Onunla
çörək Yaxşı, indi kəsmişəm. at keçdi aramızdan, dəvə keçdi. Olur da, olur. Mənə de, Olur. mən biraz istəyərdim ki, doğrudan bu məsələyə bir Yəqin aydınlıq ki, bizim gətirək. yəqin ki, aramıza girənlər oldu. Nə baş verdi? Sevda xanım ümumiyyətlə biraz emosional xanımdır. Bax, sənə bir səmimi Allah ona söz can deyim. sağlığı Bax, sənə versin. bir səmimi söz deyim. Bax, tam səmimi deyirəm. Nə səndən qorxuram, nə Sevdadan qorxuram da. İndi səmimi olan bir şey deyim. Sevdaya da bir çox bu sahədə dəstəklərim dəyib. O da elə mənə yaxın insan olub. Bax, mən sənə tam səmimi deyirəm. Bir kişi olaraq, bəy olaraq Sevda çox gözəl xanımdır. Bunu etik Razıyam. xatirinə demirəm ha. Bax, bu dəqiqə hal-hazırda Sevdanın özü ilə mənim aramda yüngülük, balaca bir inciliyi var. Amma yenə də dürüstlüyün deyirəm ki, Sevda mərd qadındır, dürüst qadındır, Bəli, bəli. düz qadındır. Bəli, Və bəli. səni də hardasa bu illər ərzində Sevda qədər tanıya bilmərəm səni. Onu tam səmimi deyim. Amma həmişə məni harda görmüsənsə, mən ümumiyyətlə fərqi yoxdur, yaşdan da fərqi yoxdur. Sən mənə çox hörmətlə davranmısan. Mən həmişə bunu bir yana qeyd eləyirəm, bir yana yazıram. Bu, bilirsən necədir? Hərdən deyirlər, bu qorxaqlıq deyil, bu əskilmə deyil. Bu sənin valideynlərimin sənə verdiyi tərbiyədir ki, sən bunu çıxırsan cəmiyyət arasında nümayiş elətdirirsən. Burada anar faktorundan, burada sevda faktorundan söhbət getmir. Mən səni radioda hər dəfə gələndə, eləyəndə bir gənc uşaq idin, keçirdin və sən istiqanlıqla, bir var elə salam verib keçəsən, bir var hal-ahval tuturdun, eləyirdin. Yəni, mən bunları heç vaxt unutmuram. Yəni, bunlar yazılışında da, danışığında da bunların hamısında hiss edirəm. Amma əksinə, mən sənin yerində olsam da, mən sənin yerində. Çünki mən səni artıq kifayət qədər tanıyıram da. Valla, əgər bu sözü sən dedin də, mən bunu eşitməmişdim ki, o dərmanı da sənə gətirib çatırıb. Tək ki, ağrı, bəla, azar, bezar olmasın, xəstəlik olmasın. Amma əgər bunları sən dərk eləyirsənsə, əgər bunları sən bilirsənsə, mən elə sənin yerində olsam, bugün onun qapısını döyərəm. Hər kim araya girsə də, fərqi yoxdur, hər kim araya girsə də, birinci fakt olaraq səndən böyüdür, xanımdır, Övladı yerində. Xanımdır və ən əsası özün sadalayırsan. Mən heç bilmirəm, sən Sevdanın evində katə çörək yemisən, ya nə eləmirsən. Sən özün sadalayırsan onun müsbət xüsusiyyətlərini, düzdür? Əlbəttə, mən həmişə demişəm ki, mən elə, qoy bunu deyim ki, elə mən Sevda xanımın da elə yetirməsi sayılıram. Bilirsiniz niyə? Elə o tələbə olmaq var. O deməkdir ki, mən onun yanında illərin sənətkarıdır, illərdir bu səhnədədir, o külünc döyənlərdəndir də, belə deyək. O səhnə təcrübəsi, o efir təcrübəsi, tədbirlərə mən onun da yanında elə mən uşaqlıqdan, balacalıqdan, uzun müddət Verilişdən sonra çıxaq gedək onlara. Mənim üçün heç bir problem yoxdur. Sevda xanıma mənim çox böyük hörmətim var və mən demirəm ki, biz düşməniyik və mən ümid edirəm ki, nə vaxtsa biz hardasa üz-üzə gələcəyik və mən inanıram ki, onun da qəlbində mənə qarşı nəsə bir şey yoxdur. Çünki o da bilir ki, mən onu çox istəyirəm. Allah şükür aramızda düşmənçilik olmayıb, bir-birimizə pislik eləməmişik. Nə o mənə pisliyi dəyməyib, nə mənim ona pisliyim dəyməyib. Sadəcə olaraq bizim o aramızda olan o yüngül inciliyi fürsət bilib araya girənlər. Emil, nə olub aralarında? Araya girənlər olub. İnşallah vaxt gələr, haqq ədalət öz yerini tapar. Amma ki, bugün hər kəsin öz yolu var. Şükürlər olsun, mən ali təhsilli universitetə də qəbul olmuşam. Bugün mən Bir dəqiqə ürəyim çəkildi. Ay Allah, başa İnanıram ki, düşsən universitetə də Sevda xanım girmirsən, da- akademiyaya da girərsən inşallah. Yox. Emil, nə məsələ olub sevilir aralarında? yəqin ki, o da mənim uğurlarıma. Ömər bəy onu Əliağa bəy özü danışda daha əlverişli olar, belə düşün. Deməli, nəsə köklü bir şey baş verir. Yox, heç nə yoxdur. Heç Emilin xəbəri yoxdur axı. Yaxşı, nə baş verib ki, əgər sir deyilsə? Yox, vallahi heç nə. Reklam arası. Yaxşı, musiqini biraz çoxaldın onda, Əliağa mənim qulağıma deyəcək. Yox, Hə? heç olmur, hər şey yaxşı. Vallahi hər şey yaxşı. Nədir də yüngül bir şey? Onunla bir yerdə çalışırdın. Bəli, biz bir yerdə çalışmırıq. Mən aparat çəkirməyə biz Sevda xanım. Mikrofonla danışsa, hə? Yox, sadəcə iş prosesində olan bir şey olub. Siz bilirsiniz də biz şou proqramı. Deyəsən növbəti gedən qonaq sən olacaqsan. Ha, birinci necə getdi, bax elə. Hər şey yaxşıdır. Öpürəm onu, bağrıma basıram. Ona can sağlığı arzulayıram. Bundan sonra da Musiqinin həmişə səsini yaşasın, verin, sən yaratsın. mənə onu yavaşca qulağıma denən. Heç kim eşitməyəcək. Sən mənim
Söz almaq olmur bununla. Gedirik bugün. Mən yığıram ha Sevdaya. Mən heç problem. Gedəcəksən. Gedəcəksən. Nə alacaqsan Sevda üçün barışığa? Sevda xanıma dünyaları da versək, ona qurbandır. Sevda xanım dəyəri çox yüksək olan bir xanımdır. Mən yenə də deyirəm, mən ondan çörək kəsmişəm və mən o inciliyi düşmənçiliyə çevirə bilmərəm. Bax, o mənə pisliyi dəyməyib. İnşallah mən inanıram Allah sənə ki, dərman qismət eləməsin. Tək elə belə deyim də xeyir iş və nəsə bir xonça tutub gəlsin inşallah. İnşallah. Bir elə bu durğunluq belə deyim də yarandı, elədi. Görürəm sözə çıxmır. Əslində yaxşı da bir şeydir. Amma aldıqlarımı ala bildim səndən. Bir neçə namizədin adını çəkdin ki, onların sayəsində bunlar baş verib. Şeirə hazırsan yoxsa yox? Hazırıq, əlbəttə həmişə. Gəlsin Yaqub kişi o zaman bizim qəşəng bir musiqimiz. Bəxtiyar Vahabzadə yaradıcılığına toxunmaq istəyirəm. Yaman darıxmışam. Yaman darıxmışam sənin üçün. Yaman. Mən əsir düşmüşəm öz istəyimə. Nifrəti gizlətmək asandan asan. Sevgini gizlətmək mahalmış demə. Haraylar yüksəlir könüldən yenə. Bu necə haraydı, bu necə haydı. Öhdəmdən gələrdim, gözüm üzünə, qulağım səsinə darıxmasaydı. Elə bil hər yerdən üzülüb əlim. Mən azıb qalmışam qəm dərəsində. Dirilib yaşanır sənli günlərim, sənsiz günlərimin xatirəsində. Yaman darıxmışam. Bu nədir yenə? Ağlım sağa baxır, ürəyim sola. Ürəyim dönübdür göy göyərçinə, qonub sən gedəli, sən gələn yola. Yaman darıxmışam. Hər axşam çağı, arzumu günəşin telinə sardım. Mənimlə olsaydı mən darıxmağı zamana ən uzun ölçü sanardım. Yuxuma gəlmişdim. Qısıldıq küncə, danışdıq, yel əsdi, dağıldı dərd qəm. Kölgəyə dönmüşdüm. Səni görüncə, sənin işığında yox oldu kölgəm. Çox sağ olun, təşəkkür edirəm. Bəli. Şeir deməyin yaxşıdır, xoşuma gəldi həqiqətən də. Toylara gedirsən belə məclislərə? Bəli, aparıcı kimi gedirəm toylara, bəli, gedirəm. Mən sizin keçən proqramınızda da qeyd eləmişdim də, digər kanalda qonaq olanda qeyd eləmişdim ki, mən 2022-ci ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş Sən elə bir zirvəsən adlı Ümumrespublika İfa müsabiqəsinin şeir nominasiyasının qalibi olmuşdum. Respublika birinciliyini qazanmışdım. Şükürlər olsun ki, mənə bu qismət olub. Əlbəttə ki, bugün də nailiyyətlər davam edir. Bu yaxınlarda da biz dahi şairimiz Nəsiminin doğulduğu onun yurdunda, Şamaxı şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, İSESCO-nun tərəfdaşlığı ilə Nəsimi festivalı təşkil olunmuşdu və əlbəttə ki, mən də həmin festivalda iştirak elədim. Gözəl bir kompozisiya ilə biz orada çıxış elədik. Quruluşçu rejissoru dəyərli sənətkarımız Ceyhun Dadaşov idi, Dövlət Pantomim Teatrının quruluşçu rejissoru və mən bir gənc olaraq mənim üçün inanın o qədər şərəf idi ki, orada bizim dünya şöhrətli Alim Qasımovla, onun qızı Fərqanə xanım Qasımova, xalq artistimiz Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova, Xalidə xanım Quliyeva, Respublikamızın xalq artisti, Elşən Rüstəmov, xalq artisti Mehriban Zəki, bizim digər sənətçilərimiz Xəzər Süleymanlı həmin festivalda iştirak elədilər. Ümumiyyətlə bizim bax belə dəyərli sənətkarlarımızla bir səhnədə olmaq, onlarla səhnəni paylaşmaq doğrudan da xoş idi, qürur verici idi. Bir gənc olaraq mənim üçün elə bilirəm ki, yaradıcılığımın bir zirvəsi hesab edə bilərdim. Maşallah. Saçın da yaraşdı. Çox sağ olun, maşallah gününüz olsun. Emil, ümumiyyətlə belə deyim də, biraz səninlə söhbətimizi davam elətdirək. Gələcəyinə bir filmə rejissorluq eləyəsən, hansısa bir ssenari əsasında bir film çəkəsən, varmı ümumiyyətlə? İnşallah Anar bəy, təbii ki bu... Məni çəkərsən onda bir filmdə. Fikirdə var. Məni çəkmək fikrində var, yoxsa... Film çəkilişi inşallah gözlənilir. Yəqin ki, qarşı günlərdə, qarşı aylarda belə deyim, bunlar hamısı baş tutacaq.
İnşallah. Ümumiyyətlə, nədir bax qarşıda olan bu məqsədlər? Mövsüm təzə açılıb da, bütün teatr sahələri ayın 18-də dahi Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə bütün teatrlarımız yeni sezona başladı, açılışlar oldu. Bax, sənin özündə növbəti, bax, bu il qarşıma qoyduğun hansı məqsədlər var? Qarşıma qoyduğum məqsədlər belə deyim Anar bəy, daha doğrusu mən kütləvi tədbirlər rejissorluğunda, yəni rejissorluq edirəm. Hal-hazırda çünki Rəssamlıq Akademiyasında təhsil aldığım üçün kütləvi tədbirlərlə məşğulam. Yəni oranın tədbirləridir. Orada heç vaxt tamaşa keçirilməyib. Orada ancaq Rəssamlıq Akademiyasında sərgilər baş tutur, çünki orada ən çox rəssamlardır. Mən ora daxil olduğum il Qış Möcüzəsi adlı tamaşa orada təqdim elədim. Orada çox böyük bir marağa səbəb oldu və inşallah bu illərim də planda var ki, gözlənir ki, orada yenidən tamaşalar qoyum, tədbirlər keçirim. Çünki orada rəssamlardır, heykəltaraşdır, qrafikadır. Bizdə Rəssamlıq Akademiyasında belə bir ixtisaslar var, orada elə bir şeylər olmur. Mən incəsənəti Rəssamlıq Akademiyasına gətirmişəm, orada aktyorluqdur, müğənnilikdir. Yəni, hər bir səhnə fəaliyyətini orada istəyirəm ki, daha baş tutsun, orada daha rəngarənglik qatım. Mən özüm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni Maarif Fakültəsinin teatr kollektivinin rejissoru fakültəsini bitirmişəm. İndi bilməm, həmin o fakültə qalıb orada yoxsa yox. İndi yoxdur. Yoxdur. Bədii yaradıcılıq işi Bizdə o fakültəsidir. vaxtı teatr kollektivinin rejissoru idi. Bax, indi sən də hardasa elə bil sahən biraz yaxında. Bəli, teatrlaşdırılmış tədbirlər rejissorluğudur, kütləvi tədbirlər rejissorluğudur. Bunlar hamısı birində cəmləşir. Və ən əsası da odur ki, hörmətli tamaşaçılarımız, xatırlatmaq istəyərdim ki, bizə yazırsınız, axşamınız xeyir olsun, necəsiz Anar müəllim, yanar saata baxırıq, qonaqlarınıza salamlar, verilişiniz xeyirli uğurlu olsun, İnşallah yeni nailiyyətlər arzulayıram. Bugün Məmməd Arazın ad günüdür, Allah rəhmət eləsin şairimizə, hörmətlə İlham Şəbiyev, ehtiyatda olan tip xidməti mayoru, bax bunu bizə yazmışsınız, təşəkkür edirəm sizə, çox sağ olun. Bizə yazanlar var, axşamınız xeyir, yanar saatı hal-hazırda tamaşa eləyirik. Siyəzən rayonu Beşdam kəndindən sizin proqrama yanar saata baxırıq. Hər gün sizi izləyirəm. İntiqam müəllim Tufanla oynama mahnısını ifa elədi. Çox xoşumuza gəldi. Təşəkkür edirəm sizə də var olasınız. Yazdıqca mən SMS-lərinizi təqdim eləyəcəm. Elə bizə qeyd etmək istəyərdim ki, Bakıda Nardarandan bizə baxırlar. Axşamınız xeyir olsun. Bugün Fatimə balamızın ad günüdür. Onu təbrik eləyərdiniz. Təbrik elədik biz də şirin şəkər, gözəl Fatiməmizi. Bizə yazanlar sırasında deməli, Natiq adlı tamaşaçımız yazır ki, axşamınız xeyir. Bütün gənciyə də bizdən salam göndərin. Gəncilərimizə uğurlar arzulayırıq. Təşəkkür edirəm sizə. Və proqramımız davam eləyirsə, xatırlatmaq istəyərdim ki, illərin yanıb alışan yanar saat proqramıdır ki, həm radio tezliklərində, həm də bu mövsümdən etibarən sizi Dünya Televiziyasından salamlayırıq. Proqramımız davam eləyir. Həftə içi 5 gün ərzində saat 19-da başlayan proqramımız düz 21-ə qədər davam eləyir. Bugün belə alındı ki, yaradıcı belə deyim də gənclərdilər. Əliağa tapdıq və həmçinin də Emil Hacıyev buradadılar. Hər ikisi də xoş gəlib, səfa gətirib və şeir aldıq səndən. Toylara deyirsən gedirəm də, məclislərdə olursan. Əslində yaxşı bir şeydir. Tələbəsən və maddi baxımından da elə öz elə gəlirin elə özünə bəsdir. Sumqayıtda yaşayırsan. Sumqayıtda yaşayıram. Amma bir dəfə demədim, bu illər ərzində ki, mən Sumqayıta gəlib gedirəm, bir sazaqlı, qarlı gündə Anar, buradan şəhərə getmə, elə gəl axşam qal bizdə. Anar bəy, evimiz 5 otaqlıdır. Maşallah. Və mən Corat qəsəbəsində qalıram, Corat kəndində. Yaxınsan ki. Bəli, Dünya TV ilə yaxındır və Bakımızın da 32 kəndindən biri olub tarixən Corat kəndi və indi də Sumqayıt şəhərinin tərkibindədir. 2 dənə corab atardın cibimə gətirərdin. Bütün Corat qəsəbəsindən də bizi izləyənləri yeri gəlmişkən salamlayıram, can sağlığı arzulayıram bütün dəyərli bizim tamaşaçılarımıza və sizə də bizim o 5 otaqlı evimiz sizə qurbandır. Ürəyiniz nə zaman istəsə, qurbanımız qoyunu olsun, ola xoş günlərə gələk. Mən Ailə ilə yaşayırsınız. Necə? Ailə ilə yaşayırsınız. Bəli, ailə, valideynlərim, nənəm bizlə bərabər. Baxırlar indi bizə. Nənəm hal-hazırda bizi izləyir ekran qarşısında. Nənəm söylürdü ki, balamı necə vurur döşəkçi ilə. Bax, balamı gör necə vurur döşəkçi ilə. Nənəmi öpürəm, bağrıma basıram. Adı nədir nənənin? Sağlığı versin, Təzəgül xanım. Təzəgül xanım, Yenigül xanım, Qəşəngül xanım, maşallah, Allah qorusun. Çox sağ olun. Hörmətli tamaşaçılarımız, qeyd etmək istəyərdim ki, elə bax bizə ardıcıllıqla yazırlar. Axşamınız xeyir olsun, sizi izləyirik, salam
Salamlar çatdırırıq sizə. Proqramınız elə baxımlı olsun. Mən də təşəkkür eləyirəm sizə. Çox sağ olun elə yazdığınıza görə. Qonaqlarınıza salamlar olsun. Təşəkkür eləyirəm. Aysel adında bir xanım yazır bizə. Axşamınız xeyir olsun. Yaradıcı heyətinizə Yanar Saat proqramına uğurlar olsun. Neçə illərdən sonra Yanar Saat yenidən Dünya televiziyasında görürük. Hər axşam sizi sevə-sevə izləyirik. Çox sağ olun. Təşəkkür eləyirəm mən də sizə. İnşallah elə o qədər ardıcıllıqla yazırlar ki, mən hər birini belə deyim də çatdıra bilmirəm. Bir sözlə, bizə ümumiyyətlə baxan, bizə tamaşa eləyən hər kəsə özlərinin təşəkkürümü bildirirəm. Siz yazdıqca elə mən sizin SMS-lərə çalışacağım, yer ayıram. Anar bəy, siz bayaq İncəsənət Universitetindən danışmışkən, mən bu yaxınlarda bilmişəm ki, mənim bir müəllimim var hal-hazırda, bizim dəyərli sənətkarımız, Bələdiyyə Teatrının aktrisası, Respublikamızın əməkdar artisti Mahirə xanım Yaqubova sizin də müəlliminiz olub. Mahirə xanım. Bəli, mənim İndi də səhv eləmirəm, Övsanda yaşamalıdır, hə? Oradadır yoxsa? Səhv etmirəmsə, indi Buzovnadadır. Buzovnadadır. Bəli, Maşallah, dəyişib onda. Bəli, mənə dərs deyir, Allah ona can sağlığı versin. Bahar da birazdan Buzovnaya gedəcək, bugün oradadır. İnşallah. Mən burada Mahirə müəlliməni salamlayıram, yeri gəlmişkən. Çox səhnə danışığı müəllimimiz idi. Ay, necə mən ondan qorxurdum. Necə mən ondan qorxurdum. İnanırsan ki, bilmirəm indi dərs deyir də yenə də. İndi də dərs deyir, hal-hazırda mənə dərs deyir, bəli. Bilmirəm indi həmin o vahiməsi qalıb yoxsa yox. Mən sənə danışıram neçə il bundan. Onun o zəhmi yenə də Var. yerindədir. Bax, buradan əgər bizə baxırsa, Mahirə xanım, elə qorxurdum onun dərsindən. Ondan necə çəkinirdim. Biraz belə üzə deyən xanım idi, amma mükəmməl səhnə danışığını aşılayan müəllimədir. Hətta mən onu, mən uzun illər Amalə xanıma Allah qəni rəhmət eləsin, indi də orada çalışır. Onun belə deyim də, Bakı Bələdiyyə Teatrında rəhbərliyi altında olan teatrda çalışırdı və bir serialda mən Mahirə xanımı gördüm, orada izlədim. Hamıya da deyirdim, mənim səhnə danışıq müəllimim olub. Amma yaxşı da ki, tələb eləyirdi, tələbkar idi. Bugün o tələbkarlığı olmasaydı, mən bugün burada olmazdım. Səhnə danışığından tələb eləyirdi, tələbkarlıq eləyirdi. Allah canına dəyməsin. Çox gözəl kadrlar yetişdirir, bacarıqlı kadrlar yetişdirir. Əsas budur. Əsas, indi məsələn, o uşaq yaşında olurdu. Emil də yəqin razılaşar. Kəş Emili də gələndə gətirərdi. Ne sən bura? Niyə Emilsiz gəldin bilmirəm. Emin danış da. Danış da. Evə gedəndə danışarsansa, saxlayaq söhbətimizi proqramın axırına. Təbii ki, yox. Siz daha... Bildimi, mən danışıram. İndi mən tək də nə qədər danışım. İnansan, mən səninlə yoldaşı ola bilmərəm, darxaram. Əliağanı susturmaq olmur. Susturmaq olmur ha. Düyməsi, pultu hardadır bilmirəm. Əslində sən də kənardan elə bil bək quruluşu rejissorsan, quruluşları sən verməlisən. Sən danışmalısan, eləməlisən. Teatrda da beləsən sən, yoxsa necə bu səhnələri qoyanda? Mən belə deyim Anar bəy, mən həyatda fərqliyəm, səhnədə fərqliyəm. Yəni orada... Səhnədə öz sözümü deyirəm, öz... Əliağa mikrofonunu söndürün mümkünsə. Hə, deməli səhnədə öz sözünü deyirsən. Bəli, təbii ki, mən keçən il 2023-cü ildə Şuşa Dövlət Musiqi Dram Teatrında ilk dəfə Əli Baba 40 quldur tamaşasından çıxış edəndə orada aktyorlar məni gördü. Kim idi orada aktyorlar? Mətənət RSR orada idi, yoxsa yox? Bəli, oranın aktrisasıdır, buradan onu salamlayıram. Mən Yadigar müəllim də buradan salamlayıram. Orada çox gözəl aktyorlar var, hamısını salamlayıram. Hamısını salamlayırıq. Həyəcan yoxdur ki, ən əsas. Yox. Yaxşı, bəs orada sən o tamaşaya qoyulub eləyəndə, bax belə heç olmasa aktyorlar, ümumiyyətlə aktyorlarda belə bir şey var. Gərək biraz baskı eləyəsən üzərlərinə. Çünki tələb edən sənsən də, rejissordur, quruluşçu rejissordur. Yəni, belə deyim, hər bir rejissor istər yaradıcı baxımdan, istər inzibati baxımdan oranı idarə etməlidir. Yəni, bir ki, rejissor istər inzibati, yaradıcı baxımdan idarə edə bilmirsə, o rejissor deyil. Mən bunu həmişə vurğulamışam, bunu da hər zaman vurğulayacağam. Yəni, gərək rejissor olmaq üçün həm yaradıcı baxımından yaxşı olmalısan, həm inzibati baxımından. Bəs yaxşı, özünü nə vaxtsa ekranda görürsən bir aktyor kimi? Çünki forman maşallah ona imkan verir, siman, forman, boy, buxun. Anar bəy, mən onu qeyd edim ki, mən indiyə qədər qoyduğum bütün tamaşalarda özüm də aktyor kimi çıxış etmişəm. Yəni, bir-iki tamaşa ola bilər ki, mən quruluşçu rejissor kimi orada olmuşam, amma əksəriyyət tamaşalarımda özüm də aktyor kimi orada çıxış etmişəm. Mən indi bir tərəfdən təsəvvür eləyir ki, bax təsəvvür eləyin ki, tutalım, adicə götürək, indi qarışdırıb müqayisə eləmək istəmirəm, bax adicə götürək, tutalım, mənim toyumdur, hə? Mən çağırmışam ora 60 müğənni, mən axı orada kürsüdə əyləşmişəm də, mən artıq
əlim çatmır həmin müğənnilərə ki, sən burada oxuyasan. Məsələn, mənim qardaşımın toyunda o idarə etmə mənlik idi. O qədər səliqəli şəkildə, filan kəs filan yerdən çıxdı, filan kəs 2 mahnısını oxudu. Amma mənim toyum türklər demişkən kalabalıq oldu, basırıq oldu, qarışıq oldu. Çünki mən onu idarə edə bilmirdim, oturmuşdum. İndi bax, həmin şeyi də sənə şamil eləyirəm. Sən rejissorsan, quruluşçu rejissorsan, baxırsan, necə olur ki, səhnənin içində olur, sən onu idarə eləmək olur. Ax, mənə elə gəlir ki, biraz belə deyim, onda arxa plana düşür o. Çətin olur Anar bəy. Çox Bu çətin həqiqətən çox çətindir. Bunu yəni daha böyük dəyərli sənətkarlarımız, rejissorlarımız bunu daha yaxşı bilər. Düzdür, mən özümə hələ tam yaxşı rejissoram demirəm. Çünki mən elə gəncəm, təhsil alıram. Yəni dahi rejissorlarımızın qabağında mən rejissoram demək biraz doğru düzgün deyil. Yəni özümə gənc olmağıma baxmayaraq, yəni özümə görə də bir çox tamaşalarım var, nümayiş olunub, mədəniyyət mərkəzlərində, teatrlarda. Yəni çox çətindir. Yəni bir rejissor olaraq həm özüm orada tamaşada ifa edirəmsə, oynayıramsa, həm də onun quruluşçu baxımından idarə edirəmsə, mənim üçün çox çətindir. Mən o vaxtı... Həvəs yerə demədim ki, Anar bəy, yaxşı rejissor həm inzibati, həm yaradıcı baxımdan idarə etməyi bacarmalıdır. Mən o vaxtı orta məktəb dönəmində yadıma gəlir ki, ilk olaraq elə Türkiyə kanalları başladı Azərbaycanda göstərməyə. TRT1 kanalı idi, onda bəzi seriallar falan gedirdi və mən də həmin ərəfədə başladım. Bax, bunu ilk dəfədir danışıram, ilk dəfə. Bir senari başladım yazmağa, Varlı evində faciə. Yalan olmasın, bəlkə də 116 bölümə qədər mən onu yazdım. Sonra mən o dəftəri çox heyf ki, tapa bilmədim. Biraz evdə, o vaxt bizdə yanğın falan oldu və bir çox şey yandı və o da onun içində getdi. O qədər heyfslənirəm ki, mən onu qələmə almışdım. Varlı evində faciə. Çox seriyalı bir, istəyirdim o gələcəyinə bir film kimi. O hardasa biraz motivləri biraz yadımdadır. Senarini nəyin üzərində qurmuşdum. Bax, İndiki bax dönəmdə məsələn sən danışırsan, o qədər xoşuma gəlir bax belə insanlar ki, sənin nə qədər yolundan döndərsələr də, çevirsələr də, sən o yolundan yəni dönmədin, ayrılmadın da. Yəni sən o tutduğun mövqeyini saxladın ki, mən gedəcəm onun üzərinə. Bax, sənin valideynlərin özləri sənin ilk tamaşanda gəlib baxdılar. Bəli. Yəni qürur hissi duydular. Yəni bu, yəni bütün valideynlər istəyər ki, hər öz evladları uca zirvədə olsun, yüksəklikdə olsun. Mənim də öz valideynlərim təbii ki, hər zaman yanımdadılar, məni dəstəkləyirlər, çox sağ olun. Amma əvvəl dəstəkləmirdilər, əvvəldə. Deməli, Allah can sağlığı versin bizim sevimli aktyorumuz, xalq artisti Tariyel Qasımova. Elə səhər saatlarında da onunla danışıram. Məsələn, ona valideynləri tamam başqa sahəni yönəldiblər. Başqa bir universitetdə, İdman Universitetində təhsil ala-ala birdən-birə özü şir ürəyi yeyib, İncəsənət Universitetinə sənədlərini təqdim edib və qəbul olub da və atası onu bəlkə də 15 ildən, bəlkə də çox onu danışdırmayıb. Və nəhayət ki, o Liftçi qız filminə ilk dəfə çəkiləndə böyük rezonans yaradı, böyük tamaşaçı kütləsi onu qarşılıb elib və artıq Qazaxda onu atası da izləyib ki, açın baxım görüm nə yaradıb və bəyənib də və ondan sonra onu bağışlayıb, barışıb öz doğma oğlu ilə. Məndə də elə olmuşdu Anar bəy. Məni ilk dəfə Fövqəladə Hallar Nazirliyinin məktəbinə atam məni qoydu. Dedi ki, oğlum, yəni Pajarnıda oxumalısan, yanğın söndürmədə, Fövqəladə Hallarda təhsil almalısan. Düzdür, bütün sahələri sevirəm, bütün peşələri. Amma mən səni heç orada təsəvvür eləyə bilmirəm. Həmin geyimdə falan. Sən gəlib cəmaatın evini yandırardın, valla söndürməkdənsə. Qismət, yəni çox şükürlər olsun ki, bugünkü gündə öz istədiyim sahədəyəm, təhsil alıram, irəlilərə gedirəm. Anar bəy, onu da mən qeyd edim ki, mən Ümumi Respublika bilik yarışında Heydər Əliyev və İncəsənət tarixi müsabiqəsinin qalibiyəm. Rəssamlıq Akademiyasını təmsil eləmişdi. Böyük uğuru, qalibiyyəti biz gətirdik. Hətta mən sənə bir söz deyim ki, sən heç olmasa yanğın söndürmə üzrə belə yönəldiblər. Məni hara qoymuşlar, tapdıq eşitməsin. Getmədim ki, bacarmadım. Mən bildim ki, mən onları xarab eləyərəm. Mən bacarmaram onları. Yəni, həmin o işi də. Yaxşı ki də bu sahədəsiz.
Bəli. Merak Yo, bayaqdan elə mən də çox şey maraqlandım, elədim, amma demədin. Siz demədiniz, Anar bəy də Amma təbii ki, yadımda doğrudur. saxla ki, nə vaxtsa mən onun əvəzini səndən çıxacağam. Bir böyük olaraq, bugün də qonağımsan, mən səndən nə qədər onu istədim, mənə deyəsən, o tək məndə qalacaq demədin. Mən onu bilirəm də, mən onu çox gözəl deyib də, çatdırıb da, məsələ necə olub da, amma sən mənə demədin onu. Mən gəlib onun ovucuna qoyası deyildim ki. Onsa bir saatdan sonra proqramımıza nə qədər qalıb bitməyinə, biz onsa gedəcəyik, orada üçlükdə bunu müzakirə eləyərik. Nə baş verib, nə olub, bəlkə elə, mən bilmirəm, qarşı tərəfdə daxı günah ola bilər Heç də. kimdə günah yoxdur. Heç kimdə günah yoxdur. Günah olmasa bu qədər, yəni bu qədər uzun çəkməzdi də, uzun Çəkmir sürməzdi. ki, hər kəs öz işindədir. Başa düşürəm əzizim. Emil də indi buradan gedəndən sonra öz işində olacaq. Mən də gedəcəm öz işimdə olacaq. Baharı mən görə burada tutub saxlayacağam. Birazdan Baharın ayağı buzovnada Mən olacaq. sizə bir söz deyim, Anar bəy. Mən uzun illər küsülü olduğum insanlar olub ki, mən konsert proqramında aparıcılıq eləmişəm və yaxud toyda aparıcılıq eləmişəm. Həmin ifaçı gəlib, saxla, mən onu saxla. təqdim eləmişəm. Bunu ona qatma. Və O mən sən onları onu təqdim eləmişəm sən sizə. ora qonorarla getmisən, Bəli, bəli. Sənin heç ixtiyarın yoxdur ki, kimsə Təqdim dəvət eləməmək. eləməyəsən. Bəli, bəs mən də Bugün onu Emil deyirəm. mənim burada qonağımdırsa, mənim şəxsi Emildən xoşum gəlməyə bilər. Amma bu gün bu Emil bura dəvət alıbsa, bu gün qonaq gəlibsə, həmçinin Əliyağa tapdığı bura qonaq kimi o eləşibsə, necə yanım? Mən artıq şəxsi münasibət. Bax görsən sən düz yanaşmadın. Yox, mən deyirəm qətiyyən. təqdim edirəm. Əlbəttə təqdim eləmə. Ay edirəm, qardaş, mən özümə borc sən bilirəm. təqdim eləməlisən. Sən təqdim eləməlisən çünki sən bir də görürsən bizdə Emil gözəl bunu bilər. Bizdə məsələn Akademik Milli Dram Teatrında tamaşa qoyurlar. Azərbaycan Dövlət Akademik Musiqili Teatrındansa bir tamaşa qoyulur. Orada aktyorlar var ki, danışmırlar bir-birləri ilə. Səhnədə bunlar necə yanım mən şəxsi həyatında sən özün bilərsən. Amma sən səhnəyə çıxdınsa, ekrana çıxdınsa, bu umuküsü məsələsi Mən də sözümü ora gətirirəm ki, sözümün canı var. Əgər mən bu gənc, öz həmkarlarım arasında bu varsa, mən uzun illər bir yerdə çalışdığım, çörək kəsdiyim sənətkarı da hardasa görsəm, niyə hörmətlə qarşılamayım ki? Qarşılayacağım da necə lazımdır da. Və yeri gəlmişkən aktyorlarımızdan demişkən, siz bilirsiniz də Hicran tamaşasında bizim dəyərli sənətkarlarımız, Allah rəhmət eləsin, Nəsibə Zeynalova, sən olan yanında olmuşdun. Hacı Baba Bağırov, Siyavuş Aslan. Tamaşa qoyulanda olan yanında idin. Bizim Mədəniyyət və İncəsənət Universitetində o həmin tamaşadan böyük bir tablo var. Həmin o danışmamaqları da qeyd olunub bura, yoxsa yox? Yox, və biz onu eşitmişik də. O Mən elə bildim olan yanında olmusan sən bir quruluşçu, rejissor kimi falan. Elə danışdın Gəlib ki. bizə keçib ildən ilə və biz də eşitmişik. Təbii ki, siz də bunları bilirsiniz. Hərdən heç olmasa evdə Təzəgül nənə oldu da, hə? Bəli, bəli. Təzəgül nənənin bir iradlarına qulaq as. Desin, ay bala, bəsdir özündən Mənim elə bu sənətə böyüklərlə. gəlməyimin səbəbkarı nənəm oldu, bilirsiniz. Pulu buraxan Mənim oldu, 9 yaşım olanda məni bizdə o vaxtlar bilirsiniz də Dom Pionerlər evi Pionerlər deyirlər. evi. Sumqayıtda da var idi. İndi inkişaf gənclərin inkişaf mərkəzi adlanır. Mənim nənəm apardı məni orada teatr dərnəyinə qoydu. O vaxtı mən uşaq idim. Orada uşaqlardan ibarət dərnək var idi. Oranın səhnəsində biz mütəmadi olaraq tamaşalar qoyurduq. Bizim müəlliməmiz var idi o vaxtda orada. Bizlə tamaşalar qoyurdu. Elə mən oradan başlayaraq fasiləsiz bu günə qədər davam edirəm. Belə deyək də səhnədə böyüdüm. Onda Təzəgül nənə maliyyəni buraxırmış da sən. Bəli, üçün. elə İndi həm də- maddi, həm indi də mənəvi dəstək olub. İndi belə deyək də, nənə elə bir nənə ümumiyyətlə yığmayıb elə bir altına nənə varlıqdır ki, sandığına. nənə elə bir varlıqdır ki, siz bilirsiniz, nənələr həmişə elə bilirlər ki, nəvələrin onlara həmişə ehtiyacı var. Həmişə də istəyirlər ki, bir əlli nəvələrin üstündə olsun. Belə bu gün də necə də nə lazımdır eləyir də Allah ona can sağlığı. Sağ olsun. Ana nənədir yoxsa? Ata nənədir. Ata nənədir. Bir şeir alaq mən istəyirəm elə səndən. Məqam düşüb də. Gəlsin musiqimiz, eşidək. Bizi görüşdürüb nigaran yollar. Yollar ürək kimi boşalar, dolar. Allahın işini nə bilmək olar. Bəlkə bu təsadüf məhəbbət oldu. Bəlkə Tanrı payım, könül ruzumsan. Bəlkə də Tanrıya çatan sözümsən. Bəlkə də sən mənim alın yazımsan. Bəlkə bu təsadüf məhəbbət oldu. Ürəyim az qalır sinəmdə uça. Həmdəm aramışam ömür boyunca. Qoy bir də üzünə baxım doyunca. Bəlkə bu təsadüf məhəbbət oldu. Yaranan ülfəti sən kəsmə hələ. Tali qismətindən sən küsmə hələ. Əlvida deməyə tələsmə hələ. Bəlkə bu təsadüf məhəbbət oldu.
ötəri tanışlıq bir adət deyil. Elə hər sevgi də səadət deyil. Bilirəm, hər görüş məhəbbət deyil. Bəlkə bu təsadüf məhəbbət oldu. Bəlkə bu təsadüf məhəbbət oldu. Çox sağ olun, təşəkkür edirəm. Bugünkü görüşümüzdən sonra bir məhəbbətin işartısı gəlsin. Təzəgül nənə də bir sənin toyuvu da görsün inşallah. Amin inşallah. 28 yaşlıydın da sən. Bəli. Kimi gözləyirsən ki? İnşallah bu il təhsili başa vuraq, axırıncı ildir də. Yəqin ki, qismət olar. Onda sən biraz geç daxil olmusan, yoxsa? Mən kollecdə oxumuşam deyə, yəni biraz illərimizi kollec aldı. Hə, ondan sonra da bəli. İndi inşallah yəqin gələn Yəni- ilə Allah qoysa bir dəvətnamələr, indi WhatsApp-la göndərilir də dəvətnamələr. Artıq Hə, dəvətnamələrdə elə də qəşəng belə deyim də xəbəri gəlib çatar ki, Əliyağanın xoş günüdür. Sevda Kazımova mikrofonu alıb əlinə oxuyur. İnşallah, Mehriban xanlar və sağında. Necə ki, Sevda xanımın balalarının toyunda mən ürəklə çıxış eləmişəm, orada iştirak eləmişəm. Vəssalam. Və onun övladlarına da böyük hörmətim var. Çox Sevda xanımın İki oğul qabiliyyətli, övladı var, bəli. qanacaqlı, bəli, tərbiyəli övladları var. Çox gözəl, doğrudan da böyük hörmətim var ailəsinə. İştirak eləmişəm. Yəqin ki, o da qismət olar. Siz bayaq bir söz dediniz, qardaşınızın toyunda sizin o təşkilatçılığı eləməyiniz. İnandırım sizi, bizim ailədə də xeyir iş olanda, baxın o toyun təşkilatçılığını mən eləmişdim. O müğənniləri də Kimin ora- toyunu? Bizim ailəmizdə xeyir iş olanda, bacımın toyunda Allah cəmi Xoşbəxt olsun. gənclərə, bəli, xeyir iş nəsib eləsin. Ailə çox sağ olun, təşəkkür edirəm. Allah sizləri də xoşbəxt eləsin. Mən o toyun təşkilatçılığını elədim. Orada bizim dəyərli sənətkarlarımız iştirak elədilər. Baxın elə Ruhəngiz xanım Musəvi, Respublikamızın əməkdar artisti. Sənin padruqalarından biri. Mehriban xanım Xanlarova, Ofeliya xanım Şabanova, bizim dəyərli sənətkarlarımız, digər bizim ifaçılarımız, hamısı sağ olsunlar. Natiq İsmailov, Elçin Mirzəyev, hər biri iştirak elədilər. Rəhilə Səməd Səmədovun uzun illər, bilirsiniz də, son illər duet ortağı idi. Hamısı gəldilər, iştirak elədilər. Mən təşəkkürümü bildirəm ki, baxın, o deyirsiniz o təşkilatçılıq. Doğrudan da onda mən özümə fikirləşəm ki, mənim toyumda görəsən təşkilatçılığı kimi eləyəcək. Baxın, o sizin kimi mən də narahat olacam o bəy kürsüsündə. Dostlarım sağ olsunlar, bəli, bəli. Kim eləmiş? Allah Dostlarım, baxın, mənim burada da bir dostum əyləşib görürsünüz də. Baxın, o dostum mənim 21 illik dostumdur. Orta məktəbdə də sinif yoldaşım olub. O deyir ki, sənin toyunda bütün təşkilatçılığı özüm eləyəcəm. tək elə. Qonaqlarını deyir özüm Təki qarşılayacam. elə xoş günlər olsun. Hamının cibindən belə deyim, puldan, paradan çıxar. Bayaqdan fikrim qalıb ki, burada nədir burada deşir mənim bulamı? Deməli, öz kostyumlarım deyə yeri gəlmişkən elə baxırsa mağazadan falan götürmürəm. Baxıram ki, mən də evdən gələndə o babuçkanı çıxardım. Vallahi baxıram ki, bu nə vaxtdansa qalıb orada, nə vaxtdansa ya bunu bəlkə də mən alandan heç vaxt taxmamışam. Bahar, istəyirsən bunu verim sənə? Taxarsan Boğazı baba belə. Hə? İstəyirsən? Ala. Bunu verim. Və hörmətli tamaşaçılarımız, uzun illərin elə yanar saatındayıq. Maşallah, illərdir ki, həm televiziya ekranlarında, həm radio tezliklərində sizinlə görüşürük və həftənin sərasər 5 günü, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və müqəddəs cümə günləri görüşünüzə gəlirik və bu mövsümdən biz artıq Dünya televiziyasında, Dünya kanalından sizi salamlayırıq. İllər əvvəl mən elə bu kanaldan, yəni televiziyaya mən bu kanaldan başlamışam. İlk olaraq, Əliyağa, siz onda bəlkə də uşaq olardınız. İlk dəfə sırf televiziya nailiyyətlərimə bax buradan başlamışam. Elə o vaxt gəldim. İlin də deyim də sizə, amma ilin desəm yaşımı hesablayacaqsın, ona görə demirəm. Çoxdandan qayıdıram və o vaxtda ilk dəfə İncəsənət Universitetində təhsil alırdım. Dedilər ki, belə bir dünya kanalı var. Gəldim, müraciət elədim. Deyəsən elə ilk kişi bəy aparıcılarda mən olmuşam və Dünya televiziyasının bir yaşını belə, bəli, mən belə deyim də aparmışam da ilk Dünya kanalının, Dünya televiziyasının bəy aparıcısı da elə mən özüm olmuşam. Kişi aparıcısı olaraq bugün də buradayam və davam edirəm. Emil deyir ki, bizə baxırlar. Rayonundan
Şamaxı rayonundan xüsusilə qucaq dolu sizə salamlar göndərirəm. Əslən Balakənlisiz. Bəli, mən əslən Balakənliyim. Balakənin ən məşhur aktyoru kim olur? Bizim dəyərli sənətkarımız, Allah ona rəhmət eləsin, Telman müəllim Bəli, Adgözəlov. Telman Adgözəlov, sevimli xalq artistimiz, ruhu şad olsun. Və yeri gəlmişkən, mən Balakəndə oldum. Gürcüstandan Laqadekdən gələndə birinci Balakənə daxil Bəli, olursan da, ilahi. Mən Azərbaycanın demək olar ki, bir çox güşələrində olmuşam da. Balakən, Qax, Zaqatala hardasa bir-birlərinə yaxın rayonlardılar Eyni da. sürət. Amma Balakən, mən Laqadekdən gecə vaxtı idi, qayıdırdım, öz şəxsi maşınından gəlirdim, Gürcüstandan gəldim, uzaq məsafə, Batumidən gəldim, keçdim, Kaxeti, Siğnati, olmusan oralıqda? Gəldim, keçdim Laqadekdən Balakənə, ay Allah, dedim, bura daha gözəldir, bura, orada Kaxeti, bax belə, Katıq kəndi var idi, orada səhər yeməyimi də orada elədim və digər o turizm bölgələrinə baxanda biraz ucqar olduğu üçün qiymətlər münasib. Ay Allah, həmin yeməkləri Şamaxıda mən yemişdim, səhər yeməklərin. Orada başqa qiymət çıxmışdı, burada səhər yeməyində başqa. Yəni, qonaqpərvər, gözəl və mən əsasən o bölgənin 3 rayonumuzun adını çəkdim. Oranın maxarası xoşum gəlir, maxara, Göygirs, Ətgir, Sülhüllü. Sonra nələr var orada? Bir çox belə deyim də yeməkləriniz var. Qaxac var, qaxac. Bəli, biz ən çox Balakən zonası olaraq Anar bəy xurma ilə məşhuruq. Nəylə? Bal xurma. Götürərdin də bura gələndə. İnşallah gələn. Bəs Mən bu ay Balakənə getmişdim. İndi mən oturum, gözləyim ki, nə vaxt belə deyim də, bir də inşallah sən gələcəksən, mən gedəcəm o bal xurmadan yeməyə. Gətirərdin də. Qonağımız ola bilərsiniz Anar bəy. Və mən indi istəyirəm ki, tarix. Avtomobil məndən, biz nə vaxt gedirik Balakənə. Amma əliyağasız. Ürəyiniz nə vaxt istəsə. Əliyağasız Problem olar heç getmək. Nə vaxt? deyil. Anar bəy, Əliyağa bizim rayonda 10 gün qonaq oldu. Bizim rayonun bütün güşələrini gəzdirdi. Az bilmir o, elə qarnını doydurmağa yer axtarırmış yəqin ki o. Bir gün Sülhüllü yeyib, bir gün Maxaradan, Ətgirsdən, Göygirsdən dadı bunlardan. Bir də ki, bax biz tarix qoyaq da, nə vaxt gedirik? Siz təyin edin, biz o gün gedək, problem deyil. Mənim də işimə mane olmasın, sizin də işinizə, Əliyağanın toylarından da qalmasın və inşallah vaxt eləyib gedək Allah qoysa. Çox istəyərdim o bölgələr. Bir də ki, ən əsas da xoşum gəlir ki, oranı tanıyan insan olsun. Məsələn, mən başqa dostlarla gedmişdim orada, indi o dərəcədə tanımırıq. Amma məsələn, orada mən oldum Ramrama şəlaləsində, rəsmi adı Ramrama gedir şəlalənində. Katex kəndində yerləşir o. O səhv eləmirəmsə, harada yerləşir o? Katex kəndində, Balakən rayonunun Katex kəndində Balakəndədir o, yerləşir. yoxsa Zaqatal, yoxsa Qaxdadır o? Yox, bizdə Katex kəndində yerləşir o, Ucqar dağların Ora biz avtomobillə qalxa bilmədik, bizi xüsusi avtomobil apardı. Bəli. Oradan da deyirlər ora maşın qaldı. Sonra mən orada oldum Kötüylü kəndində, ən axırıncı kəndi idi. Dedim, fındıqlıq idi. Dedim, bəs niyə sizin hasar yoxdur orada? Dedi ki, ora artıq Dağıstandır da, Rusiyadır. Zaqatalanın kəndidir, Kötüklü. Zakat Bizdə Kötüylü. Balakən yox. Balakəndə Kötüklü kəndi. Yox, Balakən yox, Qaxın, bilmirəm. Zaqatalanın axırıncı kəndi ilə Qaxın birinci kəndi idi və o sərhəd düşürdü Rusiyaya. Dağıstan idi, fındıqlıq idi. Çox bəyən. Hətta gecə yarısı deyir ki, hasarlar olmur axı orada qonşular arasında da. Deyir ki, çox yüngül balaca kol-kostan hasarı deyir. Axşam bir də görürsünüz gecə vaxtı ayı da enə bilər meşədən, tülkü falan filan bunlar hamısı olurlar. Amma insanları çox mehriban. Çox mehriban, istiqanlı. Ümumiyyətlə bax Quba, Qusar, bax belə istiqanlıdırlar. Zaqatalanın özü çox müasirdir. Bax o dədə baba tanıyandan mən biləm ki, Zaqatala daima Lənkəran kimi müasir yer olub. Qaxın ayrı bir gözəlliyi var. Qaxdan dostum Vüqar Muradovdur da. Balaca bölgəmiz elə Qax rayonudur. Yəni Qax, Zaqatala, Balakən. Ümid edirəm ki, Anar bəy bu yayda elə təyin edək. Yəni yay mövsümüdür. Gedirik də Allah qoysun. Mütləq. Ələğə gedirsən sən də inşallah. Gedirik, mən sizə bütün gözəl güşələrimizi gəzdirirəm. Bizim rayonumuzda xas olan nemətlərimizi təqdim edirəm. Qalırsınız, qonağımız olursunuz. O bal xurma mı bilmədim o bal xurma nədir? Bizim rayonun öz adı. Bir başqa adı da var. Nədir ki onun adı? Bal xurma adi o xurmadır da biz bildiyimiz. Yox, bildiyimiz acı xurma, acı olur o, çox acı olur. Sadəcə Qurudurlar onu, yəni onu həm yeyirlər. qurudurlar, qurudulmuş formada olur. O qurudulanda üstü ağ olur.
bilirəm, burada satışda vardı onlarda. Mən elə bilirdim ki, əvvəllər Emili tanımayanlar elə bilirdim ki, onun üzərini deyəsən pudralayırlar, nəsə toz, amma Emil dedi ki, yox, onun şirəsidir Öz deyəsən, şirəsindən quruyur onu. Mən onu artıq ipdə belə Bəli, bəli, sərəm, ondan doğrudur. alıram və yeyirəm də. Hə, o bal xurma deməli onlar bal yedi. xurma onlardır. Bir əlimdə 2 dənə gətirsəydin o İnşallah bal xurmadan. gələn Gör, dəfə. indi bu dəqiqə sizin eyvanda yoxdur ondan ipdən sallanan. Yox, Niyə nədir? var? Yox, yox, Bilirəm yox. gözünün içinə kimi yalan deyirsən. Hörmətli tamaşaçılarımız, yavaş-yavaş sona doğru gəlib çatırıq. Maşallah, o qədər mənə xoş oldu həqiqətən də Əliağa. Bizim üçün də Anar bəy, çox sağ olun. Çox əslində keçən proqramda səni çox aşa bilməmişdim. Belə deyim də aça bilməmişdim. Bu dəfəki belə deyim, o vaxt qonaqlar onda çox idi səhv eləmirəmsə, amma bu gün həqiqət tam səmimi sənə deyirəm ha. Şeir deməyin xoşuma gəldi. Bunu etika xatirinə burdasan deyə demirəm. Yəni həqiqətən də bəyəndim. Saç düzümlü dəyişirsən, növbəti dəfə mütləq. Cavan oğlansan, yarı yaraşıqlı oğlansan, sənə yaraşır da. Bunu sən 60 yaşında onsuz eləyəcəksən belə saçsan. Biraz dəbli, biraz belə deyim başqa. Səs tonun çox xoşuma gəldi. Meydan yerliyin xoşuma gəldi. Utanmamağın xoşuma gəldi. Biraz belə, o sözü demək istəmirəm, biraz belə o demirəm o sözü, amma o olmalıdır əslində. Qapı döyənli idi, biraz meydan girri idi. Bunlar mütləq olmalıdır. İndi Emil belədir ki, kadr arxasındadır, rejissordur, quruluşçu rejissor, onu bildim. Amma sənin meydan girriyin çox xoşuma gəldi. Telefonda, WhatsAppda səs atırsan, tamam başqa cür çıxır. Amma ekranda səsin tamam başqa cür çıxır. Xoşuma gəldi. Bax, mən dedim, məni əvəz elə ya. Sonra şeir deyəndə tamam başqa cür fərqli çıxırdı. Uğurlar arzulayıram sənə. Valideynlərin gözü dolusu görsünlər, amma inciməsinlər. Valideynlərinə bir iradım da var ki, səni evləndirsinlər. Səni baş göz elə, heç nə gözləməsinlər. Anar bəy. Səni öz başına buraxsalar, yaxşı olmaz. Səni elə indidən baş göz eləsinlər. Əliağa söz verib Anar bəy gələn evlənəcəm Allah inşallah. qorusun. Sən də elə belə oturma, elə Əliağanı evləndirmək deyil, sənə dair. inşallah, Elə də inşallah, deyirsən ki, inşallah, Anar bəy, qismət. Allah qorusun. Anar bəy, televiziya tarixində tək-tük peşəkar illərin aparıcıları olur ki, bugün gənclərə dəstək olurlar. Baxın, siz o gənclərə, bizlərə yol açanlardansınız. Allah var Mən eləsin təşəkkür sənə. edirəm. Nə yaxşı ki, televiziyamızda sizlər varsınız. Var olun, yaşayın, yaradın. Bizlər də hər zaman, necə deyirlər, sizlərin yanında Sən olun. hər zaman onsuz da Dünya Televiziyasına gəlirsən, Bəli, gedirsən, bəli. inşallah Dünya gəl get də. televiziyası həmişə başda rəhbərlik olmaqla. Mənim elə uşaqlığımdan mən də ilk dəfə efirə, yalan nə deyim, ilk dəfə efirə Dünya TV-də çıxmışam. Mənim üçün burada geniş şərait yaradılıb, xüsusilə səhər proqramlarına tez-tez gəlirəm və bu gün qismət oldu, sizin də verilişinizdə oldum. Bütün burada yaradıcı heyətin hər biri mənim üçün doğmadır, əzizdir, başda rəhbərlik olmaqla. Təşəkkür edirəm, var olasan. Emil, mən də təşəkkür edirəm sənə. Çox sağ olun Anar bəy. Fürsətdən istifadə edib qısa Bal xurmadan danışasan. Yox Anar bəy, bizi buradan çoxlu bölgələrimizdə olan gənclərimizlə mən buradan gənclərə demək istəyirəm ki, çalışın, təhsil alın. Təhsilə köklənin. Təhsil almayan insan bar verməyən ağac kimidir. Mən bunu hər zaman vurğulamışam, hər zaman da vurğulayacağam. Yəni indiki gənclərimizə baxıram, əksəriyyəti demək olar ki, özlərini ifadə edə bilmir. Bu da məni həqiqətən çox üzür, çox kədərləndirir. Mən həmişə bacardığım qədər bütün gənclərə dəstək olmuşam, olacağım da təhsil yolunda, yaradıcılıq yolunda. Çalışın, təhsilə köklənin, təhsil alın, yaradıcılığa yələnin. Siz dəvətiniz üçün də sizə minnətdaram. Təşəkkür edirəm, mən də var olasan və hörmətli tamaşaçılarımız qeyd etmək istəyərdim ki, elə uzun illərin bir yanar saatında proqramımızın yavaş-yavaş sonuna doğru gəlirik. Yavaş-yavaş proqramımız yekunlaşır. Həftənin 5 günü sərasər elə Dünya Televiziyasında yanar saatı izləyin, bizə baxın, bizə tamaşa eləyin və son dəqiqələrdə mən Fırat abimə də buradan bir atəşli salamlar çatdırıram. Fırat Usta, Fırat Barbershop, yəni salonunda fəaliyyətini davam elətdirir. Bəylər, kişilər, ümumiyyətlə, hər kəs müraciət edə bilərlər. Hətta xanımlar belə gələ bilərsiniz. Üz baxımına görə, saça qulluq, saç maskaları, üzə qulluq xüsusi mən deyərdim ki, preparatlar, ən qiymətli, ən bahalı preparatlar vasitəsilə Usta Fırat Muradov sizin ixtiyarınızdadır. Əlaqə nömrəsində artıq koordinatlarını da ekrandan görürsünüz. Nömrə 1-dir valla. Biraz xasiyyətində acılıq var,
Amma onun da dilin damarını tutmaq olur. Əsas odur ki, onu hirsləndirməyin. 2 gün öncədən rezerv olaraq yazılın ki, Fırat abi, mən filan vaxtı gələcəm. Odur ki, elə mən buradan duyururam ki, həftənin 5 günü sərasər proqramdan öncə Fırat abimin yanına gedirəm. Üz baxımı, üzə qulluq olsun, saç kəsimi, bundan başqa saça, üzə həna, üzün kölgəli şəkildə təraş olunması hamısı Fırat Muradovun əlindən gəlir. Təşəkkür edirəm və elə son dəqiqələrdə üz baxımına görə də bir təşəkkürüm olacaq mənim. Kök hüceyrə mütəxəssisi, dəyərli kosmetoloq, dermatoloq və bizim dəyərli həkimimiz olan Türkan xanım Qiyasovaya buradan atəşli salamlar çatdırıram. Ən ağır əməliyyatların belə öhdəsindən gəlir və Türkan xanım Qiyasova Bakıda şəhər klinikaların birində xanımların daha gözəl, daha cazibədar, daha qırışsız, sağlam görünməsi üçün onların belə deyim də bütün öhdəlikləri öz üzərinə götürür. Instagram, TikTok və Facebook səhifələrinə, sosial şəbəkələrə daxil olsaz görərsiniz ki, Türkan xanım Qiyasova hansı işlərinin öhdəsindən layiqincə gələ bilir, peşəkardır və kök hüceyrə mütəxəssisidir. Yavaş-yavaş artıq proqramımız yekunlaşır və elə qeyd etmək istəyərdim ki, əməkdaşlarımıza da bir daha təşəkkür edirəm. Əliağa Tapdıqlı bizim qonağımız idi, Emil Hacıyev bizim qonağımız oldu. İnşallah qəşəng bir rəqslə proqramımız yekunlaşır, öz musiqimlə. Yenidən görüşənə qədər gözünüz bizdə olsun, sabah yenə də buradayıq, amma bunlarsız.